ki, onlar biraz böyüyəndən sonra başa düşürlər ki, doğrudan da bu dərsləri valideyn onun yaxşılığı üçün deyirdi, bu dərsləri o öyrənməlidir, bu dərsləri o keçməli idi ki, bugünkü günü böyük insan olanda o bilgilər onun savadının, şəxsi inkişafının göstəricisi kimi böyük rol oynayırdı. Və o bəzi uşaqlar var idi ki, onlar dediyim kimi valideynin itələməsi ilə, valideynin başının üstündə durması ilə, hazırlıq kursları ilə oxuyurdular. Yalnız o halda oxuyurlar. Yəni valideyn onları itələməsə, valideyn onları dərs öyrənməyə məcbur etməsə, uşaqlar oxumurlar. Amma o uşaqların içərisində az uşaqlar olur ki, bir neçə dənə sinifdə görürsünüz ki, 5 nəfər uşaq olur, nə bilim, uzağı 10 nəfər ola bilər. Uşaq olur ki, onlara dərs oxu deməyə ehtiyac yoxdur. Hətta valideyn o dərəcədə uşaq dərslərini yaxşı oxuyur ki, valideyn onun əlindən kitabı alıb çölə ötürür ki, artıq oxumaqdan gözlərin kör oldu. Çıx, çöldə gəz. Bu uşaqların canındadır. Yəni bu belə uşaqlar anadan gəlmə fitri istedad demək olar. Bu uşaqlar özləri oxumağa meyilli uşaqlardılar. Çox oxumaq istəyirlər, sevirlər oxumağı, özlərini inkişaf elətdirməyi, yəni daima oxumağa acdılar, maraqlıdılar. Bunların canındadır, yəni. Liderlər arasında da bu şəkildədir. Bəli, liderlər, nə deyirik, belə bir deyim var, liderlər doğulmurlar, liderlər yetişdirilirlər. Bəli, liderlər doğulmurlar, liderlər yetişdirirlər. Amma bəzi liderlər var ki, onlar doğulurlar. Belə doğulurlar ki, onlar zaten onların canındadır. Onlar lider ruhludurlar və onlar öz enerjilərini istər-istəməz ətrafa yansıdırlar. Hətta onlar heç nə danışmasalar belə, yüngülvari bir hərəkətlərlə, sözlərlə, tavrı ilə, onun münasibəti ilə, nüfuzu ilə, xarakteri ilə, xarici görünüşü ilə xaricə yansıması, insanlara yansıması, yəni psixoloqlar buna görünməyən antinalar deyirlər də. Hər bir insanın görünməyən antinaları var. Bunlar onu yansıtdıqlarına görə ətrafdakı insanlar onun arxasınca getməyə meyilli olurlar, maraqlı olurlar. Belə insanlar da var. Amma bunun özü də mən düşünürəm ki, bir yerə qədərdir. Yəni bir insan nə qədər lider ruhlu olursa olsun, enerji olaraq onu yansıdırsa yansıtsın, yenə də öz üzərində işləməlidir. Daha onu güclü, verimli bir hala gətirməlidir. Çünki almaz özü dəyərlidir da. İndi almazı burada misal göstərmək olar. Almazı yontmaq lazımdır ki, almaz brilyanta çevrilsin də. Dəyərli daşqaş yontulmadığı halda o dəyərsiz görsənə bilər. Hətta onun almaz olduğunu təyin etmək də çətin ola bilər, anlaşılmaya bilər. Amma o yonulduğu zaman onun mütəxəssislər yalnız ona baxdıqları, yəni sıradan insanlar, bu barədə bilgisi olmayan, məlumatı olmayan insanlar almazı ayırd etməkdə çətinlik çəkə bilərlər. Ancaq almazı bilən insanlar, bu işin mütəxəssisləri, almazı yontduqları zaman almazın dəyərli olduğunu, dəyərli bir daşqaş olduğunu ortaya çıxartmaq mümkündür. Onun yontulduqdan sonra brilyant olduğu bilinir, yəni artıq bəlli olur, o ortaya çıxır və öz parlaqlığını ətrafa saçır, göstərir və o bəlli eləyir özünü. Lider deyirik, bəli. Lider, bu bizim işimizdə. Elvin, mikrofonu bağla da, zəhmət olmasa. Ümumiyyətlə, biz indi hal-hazırda nə işi görürük? Şəbəkə, network marketing şəbəkə işidir də bizim işimiz və bu işdə güclü liderlər yetişməlidir. Güclü liderlər yetişmədiyi təqdirdə komanda idarəçiliyi çox zəif irəliləyir və inkişaf zəif olur. Güclü liderin xüsusiyyətləri də odur ki, bu lider hər zaman, ümumiyyətlə, öncəliklə danışmaq istəyirəm, lider
deyəndə nə yəni hansı özəlliklərə görə, hansı xüsusiyyətlərə görə lider olaraq ona lider demək olar yəni. Əgər bir lider doğrudan da gerçək bir liderdirsə, o liderin vizyonu olmalıdır. Yəni vizyonu olmayan bir liderə lider demək olmaz. Vizyon nədir? Vizyon bu sizin xarici görünüşünüzü əhatə edən bir yəni vizyondan söhbət getmir. Burada həmən insanın tutaq ki, mən bir liderəm və öz komandamı arxamdan aparmaq istəyirəm. Nə komandamın, nə də özümün bugün görmədiyim Elvin qayd eləyirsən? Hə, mən kayd edirəm. Ona görə mikrofon açılmışdı, bağlamışdım. Kayd edir. Aha, tamam. Əla. Heç kimin görmədiyi, hətta o liderin özünün belə bugün görmədiyi hal, vəziyyət, onun dünya görüşü, onun məqsədi, nə etmək istədiyi, bu işi nə üçün gördüyü, bugün onu görmür. Mən də görmürəm. Mən bir liderəm, mənim arzum var, məqsədim var, hədəfim var və mən o hədəf uğrunda irəliləməyə çalışıram, amma mən bugün onu görmürəm. Sadəcə buna inanıram. Mənim komandam da bunu görmür və belə deyim də, heç kim bunu başqalarının görmədiyini, əgər o lider hiss edir, xəyalən onu gözünündə canlandırırsa və onun məqsəd qoyursa özünə və o yolda irəliləyirsə, həmən insan doğrudan da güclü bir liderdir, vizyonu olan bir liderdir. Əgər bu vizyon həmən liderdə yoxdursa, məqsədi yoxdursa, nə üçün qabağa getmək istədiyini, bu işi nə üçün istədiyini, ekibini hara apardığını, ekibini nə yolda apardığını bilmirsə, orada heç bir liderlikdən söhbət gedə bilməz. Vizyonla bağlı mən bir misal göstərmək istəyirəm. Daha da sizin gözünüzdə aydın olsun, yəni tam olaraq otursun beyninizdə ki, vizyon nədir? Vizyon nəyə görə lazımdır sizə? Vizyon nə bir şeydir? Tam olaraq otursun sizin beyninizdə. Keçmiş zamanlarda, əslində uzaq keçmişdə deyil, 1990-lı təxminən illərdə yaşanıb bu hadisə. Walt Disney adlı bir karikaturçu, rəssam, hansı ki, bizlərin hər birimizin həvəslə uşaq vaxtından baxdığımız Mickey Mouse deməli multfilmi var. Yəqin ki, deyən kimi xatırlayacaqsınız. Hansı ki, bu multfilmin adı Steamboat Willie idi. Steamboat Willie adı da dilimə yatmır. Həmən bu cizgi filminin yaradıcısı Walt Disney əslində uşaq vaxtı çox dərsini oxumayan, tənbəl və məktəb yoldaşları tərəfindən ciddiyə alınmayan, müəllimlər tərəfindən ciddiyə alınmayan, dərslərinə hazırlaşmayan, dərsini oxumayan bir uşaq olub və bu uşaq məktəbdən atılır. Buna baxmayaraq Walt Disney həvəsdən düşmür və bir müddətdən sonra artıq o böyüdükdən sonra işə düzəlir. Düzəldiyi iş yerində onun ideyalarının məntiqsiz olduğunu, yəni yaradıcılıq qabiliyyətinin çox məntiqsiz olduğunu deyərəkdən hətta işdən atırlar. Hətta onun bir başqa bir multfilm əsərinin hüquqlarını orada olan, iş yerində olan çaxnaşma üzündən, iş yoldaşları ilə yaşadığı problemlər üzündən həmən o multfilmin yaradıcısı o idi, amma onun hüquqlarını itirir və çox pis vəziyyətdə,
özünü çox pis hiss etdiyi vaxtda qatarla evinə qayıtdığı zaman çantasının üstündə Mickey Mouse-u çəkir. Mickey Mouse obrazını yaradır. Həmən o Mickey Mouse obrazını karikatur formasında yaratdığı bu obrazın üzərində daha sonra işləməyə başlayır. Heç kim buna yəni dəstək olmur. Sadəcə qardaşı ilə birlikdə inanırlar ki, bundan gözəl bir multfilm hazırlaya bilərlər, çizgi filmi hazırlaya bilərlər. O dövrdə olmayan deməli çizgi filmlə üzərinə qoyulan musiqinin sinxron formasında olması. Yadınızdadırsa, orada Mickey Mouse addımlar atdıqca musiqi də ondan dan, dan, dan belə-belə səslər gəlir. Bax, ona sinxron deyirlər. Yəni, musiqi ilə hərəkətlərin bir-birinin uyğunlaşması, bir-birinə düz gəlməsini ilk dəfə Walt Disney yəni multfilm aləminə gətirir və bu bütün dünyada partlayış bir bir iş görmüş olur da bu multfilm sayəsində tanınır. Bu multfilm sayəsində tanınır və bu hətta daha sonra həmən bu obrazdan, bu Mickey Mouse obrazından əsinlənərək o obrazı götürüb komikslər, ondan sonra çıxartmalı futbolkalar, nə bilim papaqların üstündə, oyuncaqların üstündə, qabların üstündə həmən o çıxartmalardan, Mickey Mouse-dan istifadə eləyirlər, Mickey Mouse obrazından istifadə eləyirlər və buna görə də Walt Disney çox pul qazanır. Və Walt Disney'in əslində əsas vizyonu nə idi? Böyük bir uşaqlar üçün olan park yaratmaq. Və o parkın içərisində hər şey olacaq idi. Onun içərisində otellər olacaqdı, uşaqlar üçün əyləncə mərkəzləri olacaqdı. Hətta o düşünürdü ki, əgər bu multfilmi yaradıbsa, niyə bu multfilm obrazından əsinlənərək, yəni o obrazdan istifadə eləyərək, niyə onun parkını oluşturmasın və o parkın içərisində də o obrazlardan istifadə olunmasın? Bunu hədəfləmişdi. Və bunu 1955-ci ildə Kaliforniyada ilk dəfə həmən bu parkı yaradır. Amma parkı necə yaradır? Parkı yaratmamışdan öncə 300 nəfərə həmən bu məqsədini danışır. 300 iş adamına bunun haqqında danışır. Amma heç bir iş adamı onun bu fikrini təsdiqləmir, ona inanmırlar və ona heç bir dəstək olmurlar. Və hamısı deyir ki, heç kim bu qədər pul ödəyib belə bahalı parkda, belə böyük parkda gəlib əylənməz. Və heç biri qabağa durmur, heç biri dəstəkləmir. Amma buna baxmayaraq Walt Disney həvəsdən düşmür və başlayır bu parkın üzərində işləməyə və 55-ci ildə bu parkı yaradır. Və daha sonra nə olur? Walt Disney'in əslində əsas məqsədi həmən bu parkın adı Disneyland adlı bir parkdır. Bu daha kiçik çaplı bir park olur Kaliforniyada. Amma onun məqsədi Disney World, yəni daha böyük çaplı bir park yaratmaq olur və bunu da Floridada yaratmaq istəyir. Əsas məqsədi bu olur. Amma başlayır Mickey Mouse-dan. Mickey Mouse-dan qazandığı pullarla, Mickey Mouse obrazından qazandığı pullarla Disneyland-i yaradır 1955-ci ildə və daha sonra Disney World-ü o xəyal edir və o onun vizyonu idi, yəni onu məqsəd qoymuşdu qarşısına. Baxın, bayaq dediyim fikrə gəlib çıxır. Anladınızmı bayaq nə demək istəyirdim? Heç kimin görmədiyini görmək. Walt Disney heç kimin görmədiyini görmüşdü və ona görə də 300 nəfər iş adamına bu haqda danışanda onlar heç biri bu işə inanmamışdılar, qol qoymamışdılar, qabağa gəlməmişdilər, dəstək olmamışdılar. Amma Walt Disney buna inandığına görə qardaşı ilə birlikdə bu parkı oluştururlar. Öncə Kaliforniyada kiçik çaplı, daha sonra isə Floridada. Floridada yaranan park isə 1971-ci ildə baş verir, ancaq onda artıq
Walt Disney 66-cı ildə öz həyatını itirmişdi. Çünki aşırı dərəcədə siqaret çəkirmiş və siqaret çəkmək nədəni ilə artıq o vəfat etmişdi. Yəni, kiçik çaplı parkı görmək ona nəsib olsa da, daha böyük çaplı parkı Disney World-ü görə bilmədi. Görə bilmədən vəfat etdi. Hətta orada parkın açılışında, böyük o Disney World-ün açılışında qardaşı o açılışı edir dostları ilə birlikdə. Dostlarından biri qardaşına deyir ki, kaş ki o da sağ olsaydı, Walt Disney də sağ olsaydı, o bugünü görsəydi deyəndə qardaşı ona belə bir cavab verib ki, əgər o bunları görməsəydi, biz bugün bunları görməzdik. Anladınızmı nə demək istədiyini? Görün necə gözəl burada yəni mesaj var və ibrətlik bir indiki nəsillərə ötürən ibrətlik bir hadisə var. Walt Disney məhz həmən o vizyonu olan insanlardan biri idi. Vizyonu olduğu üçün onun düzdür, o daha böyük çaplı parkı görməsə də, ona qismət olmasa da, amma onu o düşünmüşdü. Heç kim inanmadığı halda, heç kim ona güvənmədiyi halda o parkı o xəyal qurmuşdu. Heç kim qabağa durmadığı halda o yolda getdi. Heç kim ona inanmasa da o yolda o tək başına getdi və onu həyata keçirtdi və bu gün də həmən park fəaliyyət göstərir və nəinki o park, hətta ondan esinlənərək, ondan ilhamlanaraq daha başqa parklar, daha iş adamları bu tipli parklar yaratmağa və çoxaltmağa başladılar və Walt Disney özündən sonra gələcək nəsillərə böyük bir motivasiya qaynağı, töhfə verdi. Yəni, onun bu vizyonu, onun bu xəyal gücü, hətta Walt Disney hər zaman nə deyərmiş? Bir siçanla başlayan hekayəm, yəni mənim bu arzum, mənim bu məqsədim, mənim bu hədəfim bir siçanla başladı. Yəni sumkanın üstündə çəkdiyi o siçan onu haralara qədər gətirdi, çıxartdı. Haralara qədər nələr yaratmağa, hansı xaliqələr yaratmağa gətirdi, çıxartdı və bu gün də həmən insanı, bax görürsünüz, mən belə sizə misal göstərə bilirəm. Və belə mənim kimi minlərlə insan Walt Disney'nin vizyonundan, heç kimin görmədiyi, onun gördüyü, inandığı xəyal gücündən, qurduğu o xəyal gücündən danışır bugün. Baxın, vizyon budur. Sizin də məsələn bir liderin vizyonu artıq o özü düşünməlidir ki, mən bir lider olaraq komandamı arxamca aparıramsa, mənim məqsədim nədir? Mən nəyə görə hansı məqsədlərim uğrunda komandamı aparam. Ola bilər ki, hansısa bir lider düşünə bilər ki, mən qarşıma məqsəd qoymuşam, mən 100 nəfər lider yetişdirəcəm. Mən elə bir komanda quracam ki, mənim komandam və yaxud da bütün Azərbaycanda dillərə dastan olacaq, hər kəs mənim komandamdan danışacaq və mən öz komandamı o yöndə inkişaf etdirəcəm. Mən üzr istəyirəm, elə komanda quracam ki, mənim komandam bütün sosial şəbəkədə, bütün sosial şəbəkə platformalarında dillərə dastan danışılan, söz edilən bir komanda ordusu olacaq və hər kəs məndən danışacaq, mənim ekibimdən danışacaq. Tutaq ki, atıram bunları, uydururam. Məsələn, vizyonu olan insanlardan biri mən Bəkir bəyi də görürəm. Bax, bizim elə öz başqanımız, bizim öz Ersaq şirkətinin prezidenti. Bu insanın vizyonu nədir? Bu insan məqsədi artıq onun yəni gedişatından anlamaq olur onu ki, bu insan məqsədi istəyir ki, bütün dünyada artıq şəbəkə aləmində, şəbəkə network marketing, yəni öz iş qolu deyirlər də buna, öz iş qolumuzda, iş sistemimizdə, şəbəkə sistemində ən güclü şirkət olsun. Və bunu nə ilə edir? Hansı istiqamətdə edir? Məhsul keyfiyyəti ilə. Məsələn, bu yaxınlarda Bəkir bəy neynədi? K20, qızım qapını ört zəhmət olmasa, K20 qida əlavəsi istehsal etdi. Hansı ki, bu dünyada bir ilkdir, xərçəng əleyhinədir. Nəinki xərçəngi sağaldır, həm də bədəndə olan xərçəng hüceyrələrin yox olmasına
təmin edir ki, həmən insan xərçəngə tutulmasın. Yəni xərçəng ehtimalı, tutulma ehtimalı olmasın. Bu özü bir nədir? Vizyondur. Yəni bu insan artıq öz vizyonunu bəlirləyib və o yöndə hərəkət edir və buna nail olacağına inanır. Mən də inanıram. Onun komandası da inanır. Bütün Ersaq komandası ona inanır ki, biz onun arxasından gedirik. Bu insanın vizyonudur, məqsədidir. Yəni vizyon budur. Bir liderin vizyonu budur. Güclü bir liderin mütləq şəkildə vizyonu olmalıdır. Vizyon yoxdursa, məqsədiniz yoxdursa, komandanızı hara apardığınızı bilmirsinizsə, bu işi nə üçün gördüyünüzü bilmirsinizsə, məsələn, tutaq ki, maşın almaq istəyirsiniz, ev almaq istəyirsiniz, onun özü belə vizyondur. Yəni, hər kəsin vizyonu böyük çaplı olmaq məcburiyyətində, daha qlobal olmaq məcburiyyətində deyil ki, məsələn, Bəkir bəyin vizyonu daha qlobaldır. Məsələn, Walt Disney'in vizyonu daha qlobal idi, amma sizin vizyonunuz öz şəxsi vizyonunuz ola bilər, daha qlobal olmaya bilər, daha böyük, iri çaplı, geniş belə deyim də, daha geniş bir vizyon olmaya bilər. Şəxsi, məsələn, uydururam tamamilə. Almaq istəyirsiniz, ev almaq istəyirsiniz, ondan sonra nə bilim şəxsi biznes yaratmaq istəyirsiniz. Mən uydururam da özümdən. İstəyirsiniz və komandanızı da o yöndə apara bilirsinizsə, o gücə maliksinizsə, siz güclü lidersiniz. O yolda irəlilədə bilirsinizsə, o yolda öz arxanızca apara bilirsinizsə və öz məqsədinizi, öz yolunuzu, öz hədəfinizi komandanın hədəfinə çevirə bilirsinizsə, siz güclü bir lidersiniz. Güclü bir lider kimi yetişmədiyiniz təqdirdə, özünüz üzərinizdə işləmədiyiniz təqdirdə siz qabağa gedə bilməzsiniz və ekibinizdən də güclü liderlər əsla yetişdirə bilməzsiniz. Güclü liderlər böhran zamanı qabağa durandır, arxaya çəkilən yox. Güclü liderlər hər kəs dala çəkildiyi zaman onların ortasından önə çıxır. Güclü liderlər... Dəqiqə zəng gəlir mənə. Aylin, bir dənə xalanı yığ gör nə deyir. Mesaj yaz. Böhran zamanı güclü liderlər, məsələn, atıram, qiymətlər bahalaşdı, uydururam. Ay aman, biz neyniyəcəyik? O güclü lider deyil. Güclü lider o çətin vəziyyətdə komandaya ürək-dirək verən, onun yanında olan, daha onunla birlikdə birləşib, negativə düşən insan deyil. Güclü lider elə eləməlidir ki, ekib ona bənzəməlidir, o ekibə yox. Yəni, bəzən görürsünüz ki, komandadır, orada o komandanın sponsor var da, orada ekibin bağlı olduğu rəhbər var, üstündə duran adam var və o adam özü komandaya oxşuyur, komanda ona yox. O birləşib onlarla, yəni baxırsan ki, o çözüm odaqlı deyil, çözməkdən, problemləri çözüm gətirməkdən, daha da o komanda ilə birlikdə o negativə düşüb və özü də onlarla birlikdə eyni hərəkətləri eləyir. O güclü lider deyil. Güclü liderlər nüfuzlu insanlardır. Onların özlərinin şəxsi nüfuzları olur, yəni xarakterləri olur, arxasıca kütləni apara bilmək qabiliyyətinə malik olurlar. Bu o demək deyil ki, məsələn, bizim ekiblərimizdə, əgər sən özün-özünə sual verməlisən, mən aparıcı liderəm, yoxsa izləyiciyəm? Sən sadəcə lider olaraq görünənlərdənsən, yoxsa liderlik edib arxanca komandanı aparan insanlardansan? Sən sadəcə ortalıqda lider kimi görünürsən, yoxsa sənin komandan sənin ağzına, sənin kəlmələrinə baxır, sənin ağzından çıxan sözlərimi eşidir və onlara diqqətlə qulaq asıb özünə dərsmi çıxardır? O insanlar güclü liderlərdir ki, onlar dürüsttürlər, onlar mərddirlər. Onlar yalan danışmırlar və hər zaman onların bir tutumları var komanda qarşısında. Mərddirlər, dürüsttürlər, ekibi qabağa aparmaq bilgilidirlər. Bilgilidirlər ən əsası. Ekibi qabağa aparmaq xüsusiyyətinə malikdirlər və bilgili olmaq üçün də dostlar, inkişaf lazımdır.
şəxsi inkişaf lazımdır. Əgər bir lider öz üzərində işləmirsə, hər gün yarım saat kitab oxumursa, hər gün yarım saat kitab oxuya bilmirsə, 15 dəqiqə oxusun. 15 dəqiqə oxuya bilmirsə, o zaman 2 vərəq oxusun, 1 vərəq oxusun. Amma mütləq hər gün kitab oxumursa, hər gün iş ilə bağlı addımlar atmırsa, öz üzərində özünü gəlişdirmirsə, işləmirsə və adicə zakaz keçməyi belə atır, kimlərəsə zakazını keçdirirsə, o lider deyil. Liderlik sadəcə lider kimi görünür o. O insan lider kimi görünür. Və görürsünüz, bir balaca xırda bir problem var. Tutaq ki, komanda dağıldı. Ola bilər, şəbəkə işi belə bir işdir ki, şəbəkə işində hər bir liderin komandası dağıla bilər. Bu normal haldır, ola bilər. Və o həmən o çətin anda o lider həmən o komanda ilə birlikdə negativə düşüb geri addım atırsa, o lider deyil. Əksinə, orada sən görürsən ki, sənin komandanda problem var, sənin komandanda satış düşüb, sənin komandanda hansısa problemlər var və sənin komandan negativdədir. Sən komandana ürək-dirək verən olmalısan. Sən imkan verməməlisən. Elə deyil deməlisən. Sən bildiyin kimi deyil deməlisən. Və güclü liderlər əmr verənlər deyil. Güclü liderlər arxasıca ekip aparmaq, idarə etmək edənlər sadəcə edənlər deyil və əsla əmr verənlər deyil. Güclü liderlər mülayim şəkildə ekibini, yəni bu bəzən bəzi insanlar patronluqla liderliyi qarışıq salırlar. Patronlar onlardır ki, onlar əmr verirlər və tələb edirlər. Xüsusilə də patronlar dövlət işində, dövlət müəssisələrində olurlar. Onlar artıq alışıblar hətta o abu-havaya. Onlar sadəcə işçilərlə hətta bəzən aşağılayıcı şəkildə də davrana bilirlər patronlar. Amma liderlər hətta bəzi liderlər düşünə bilərlər ki, bunlar liderdirlərsə artıq o, necə deyim, özlərini bir liderliyi tam dərk eləmirlər və onlar tək irəliləməyi düşünürlər. Elə başa düşürlər ki, onlar tək irəliləyə bilərlər. Ancaq bu mümkünsüz bir şeydir. Lider sözünün mənası hansısa bir kütlənin ortasında olan aparıcı qüvvə deməkdir. Yəni, orada kütlə var, orada insan topluluğu var. Bu 5 nəfərlə başlaya bilər, 3 nəfərlə başlayıb, daha sonra 50 nəfər, 100 nəfər ola bilər və o 50-100 nəfər o liderin gücündən və potensialından asılı olaraq minlərə çevrilə bilər. Və orada hər hansısa bir lider düşünürsə ki, o tək irəliləyə bilər, xeyr. O tək gedə bilər, amma uzağa yox. Uzağa yox. Yəni, bu mümkünsüzdür. Lider komanda ilə liderdir. Lider arxasıca kimlərisə gətirdiyi təqdirdə liderdir. Lider və ya da dediyimiz kimi, o halda güclü lider sayılır ki, həmən lider özündən də güclü liderlər yetişdirə bilirsə, baxın, o lider gerçək bir liderdir. Bəzən sizin susmağınız belə danışmaq deməkdir. Bəzən bir liderin bəzi məqamlarda susması o liderin gücü deməkdir. Şəxsən mən çox istifadə etmişəm bundan. Heç nə deməməsi, danışmaması o liderin gücü deməkdir. Bunu kimsə görməyə bilər. Həmən vaxtı anlamaya bilər, anlaşılmaya bilər. Amma bir insan komandasına təsadüfən bir dənə lider, güclü lider gələ bilər. Əgər bir insanın komandasında yüzlərlə lider varsa, çoxlu liderlər varsa, güclü liderlər varsa, ya da heç yüzlərləyə ehtiyac yoxdur. 5 dənə lideri varsa, güclü lideri varsa, inkişaf edən, bu işi apara biləcək, özü kimi potensiallı insanları varsa, deməli, bu təsadüf ola bilməz. Kimsə buna təsadüf deyirsə, demək ki, o insan qısqanc insandır və o lideri gözü götürmür. O lider haqqında bu sözü deyir. Bu mümkünsüz bir şeydir. Yəni ki, əgər bir liderin ekibində heç olmasa 3 nəfər lider yetişibsə, ekibi aparmaq gücünə malikdirsə, deməli o lider nəyəsə bənzəyir. Ola bilər özlərində işləməlidir. Daha da gücləndirməlidir özünü ki, daha çox liderlər yetişdirə bilsin, daha çox liderlər komandasından gətirə bilsin.
Bizim işimiz yalnız və yalnız inanırsınız ki, elə ən çox biz bu yöndə odaqlanmalıyıq. Özümüz bir lider kimi öncə özümüzü yetişdirib və öz bildiklərimizi özümüz yetişə-yetişə də öz komandamıza ötürmək, öz ekibimizə ötürmək. Təsəvvür edin, qarşınıza məqsəd qoyun. Deyin ki, mən komandam özümə məqsəd qoymuşam qarşıma. Bu özü bir vizyondur, məqsəddir. Mən ekibimdən 100 nəfər lider yetişdirəcəm. Fərqi yoxdur, alt-alta da ola bilər. Özümə bağlı 5 dənə lider yetişdirəcəm, first line, birinci qoldan. Onların da alt komandaları ilə işləyəcəm və oradan da güclü liderlər yetişdirəcəm. Ekibimdə çoxlu, güclü liderlər yaradacam. Bu özü bir vizyondur. Baxın dostlar, bir lider əgər səhər tezdən yuxudan durursa, bütün bir komandanın olduğu qrupa səs atmağı, necə deyim, onu özünə ağır bir dərd bilirsə, səs atmağa belə canı çıxırsa, səs atmağı belə özünə artıq bir şey kimi görürsə, o lider ola bilməz. Özünüzə sual verin. Bax, dəftərlərinizi açın, mən yazmışdım, dəftər götürün özünüzə. Mən səhər yuxudan oyandım. Mən gündəlik, bax, qadınlar neynirlər? Xanımlar, ən çox bizim işimizdə qadınlardır da, indi bəylər də, əlbəttə ki, bəylərə də aiddir. Yuxudan ayıldım, xanımlar ən çox neynirlər? Ev işləri görürlər, üzlərini yuyurlar, uşaqlarına gündəlik rutindir. Əgər bir liderin o rutininə, işi ilə bağlı 2 saat, 3 saat zamanı yoxdursa, o hardan lider? O liderdir. O sadəcə sözdə liderdir. O lider ola bilməz. O sistem üzərində liderdir. Onun şəxsi sistemi olmalıdır amma əslində. Hər bir liderin özünün şəxsi sistemi olmalıdır. Öz sistemi olmalıdır. Özünün qurduğu sistem olmalıdır. Öncə o sistemi özlərində tətbiq eləməlidir. Mən özüm nə dərəcədə verimliyəm ki, mən ekibimdən də bunu tələb eləyə bilim. Mən gündəlik işimlə bağlı hansı addımlar atıram? Mən səhər yuxudan qalxdım. Mən qrupa səhər mesajı, sabahınız xeyir mesajı tutaq ki, atdım, bir motivasiya səsi atdım, tutaq ki, və arxasınca neynirəm? Gündəlik olaraq neçə nəfərlə danışıram, ekiblərimlə görüşürəmmi? Mən özüm qrupda yoxamsa, mən özüm qrupa girib Allahın bir salamını yazmıramsa, mənim ekibim nəyə görə işləməlidir? Mənim komandam nəyə görə qabağa getməlidir? Nəyə görə? Elə iş bundan ibarətdir ki, biz ekibimizi gəlib qrupumuza saldıq və o qrupda heç bir aktivlik eləmirik. Heç bir şəxsi motivasiya ilə bağlı, işimizlə bağlı, gündəlik işimizlə bağlı atdığımız addımlarla bağlı, tutaq ki, sosial şəbəkə vasitəsilə işləyiriksə, sosial şəbəkədən dəvətlər eləyiriksə, o dəvətləri necə eləyirik? Onunla bağlı ekiblərimizə, qrupumuzun, opşi qrupun içərisinə səs atılmırsa, bir lider bunu eləmirsə, o lider ola bilərmi? Gündəlik özünüzə sual verin. Mən hər gün işimlə bağlı hansı addımları atıram? Mən nə iş görürəm? Yuxudan durdum ayağa, işimlə bağlı neynədim? Bugün neynədim? Dünən neynəmişdim? Bugün neynədim? Dəyərli liderlər, dəyərli Ersaq ailəm, hər gün, hər saatınız, vaxtınız boş-boşuna gedir belə olan halda. Sizin gündəlik olaraq mütləq özünüz üçün bax məqsəd qoymalısınız qarşınıza. Hər gün 2 saatınızı, 3 saatınızı ən az 2-3 saatınızı siz işinizə ayırmalısınız. Özünüzə sual verin, mənim güclü tərəflərim nələrdir? Mən necə bir lider ola bilərəm? Mən hansı xüsusiyyətlərimə görə başqalarından fərqlənirəm? Mənim gücüm nədir? Mən nəyə malikəm? Mən nəyə qadirəm? Mən hansı özəlliklərimə görə təsir eləyə bilərəm komandama? Mənim müsbət cəhətlərim nələrdir? O sualları özünüzə verin və onu bu dəqiqə dəftərinizə götürün, yazın. Özünüz haqqında bu sualları dəftərinizə götürün, yazın. Mən insanlara nə ilə ilham verə bilərəm?
hansı tutaq ki, varlığımla, hansı çizdiyim yolla, nəyə görə mən ilham verə bilərəm? Mənə baxıb məndən hansı ilhamı ala bilər mənim ekibim? Bax, bu sualı özünüzə verin. Səncə bugün komandan üçün sən hansı nümunəni yaradırsan? Komandan sənə baxıb, səndən hansı nümunəni götürür? Sənə baxıb səndən nə öyrənir? Hansı nümunəni alır? Ki o ekip də sənə baxıb inkişaf eləsin. Çünki sizin komandanızı siz dəvət eləmisiniz bu şirkətə. Siz gətirmisiniz. O insanlar mənə görə yox, bir başqasına görə yox, sizə görə gəliblər bu şirkətə. Və güclü liderlər delegasiya eləyirlər, yəni işi bölüşdürürlər. Əgər siz lidersinizsə, aparıcısınızsa, birinci sözünüzə bax bu sualı da verin. Mən aparıcı liderəm, yoxsa izləyiciyəm? Bayaq da dedim, mən geri çəkilənlərin içindən önə çıxanam, yoxsa elə o geri çəkilənlərlə arxada qalanam, baxanam? Mən hansındanam? Siz o geri çəkilənlər kimi olmaq istəyirsiniz, yerinizdə saymaq istəyirsiniz, yoxsa qabağa getmək istəyirsiniz, kütləni arxanızda gətirmək istəyirsiniz? Siz səhnəyə çıxmaq istəyirsiniz. Bu səhnəyə çıxmaq deyəndə hər iki mənada əslində deyirəm bunu. Əsas elə o mənada deyirəm ki, o bir lider kimi çıxılan səhnədən söhbət gedir. Yoxsa ki, səhnəyə çıxdım, məni alqışladılar, hələ o ikinci plandadır. Birinci planda olan səhnə sizin bir lider kimi olduğunuz səhnədir. Yəni, sən səhnəyə çıxırsan o barədə ki, sənin ekibin səni izləyir, sənə baxır, səndən ilhamlanır, sənin yolundan getmək istəyir. Sən kütləni arxanca aparan insansan, sən komandanı arxandan öz vizyonun uğrunda, öz məqsədin uğrunda aparan insansan. Və sənin ekibindən də, səndən də güclü insanlar, bəlkə sənə baxıb, sənin komandandan elə güclü insanlar gəlib, sənə baxıb, səndən əsinlənib, səndən də güclü vizyonu olan, daha da məqsədli insanlar o halda yaranacaqlar, səndən motivasiya aldıqları halda. Və mən delegasiyadan danışırdım. Delegasiya nədir? İşi paylaşdırmaq. Liderlər işi paylaşdırmalıdırlar ekiblər arasında, öz komandaları arasında. İş bölünməlidir. Məsələn, qeydiyyatı filan kəs. Sən qeydiyyat işinə baxacaqsan, məsələn. Çünki delegasiya niyə görə vacibdir? Delegasiya olmasa, həmən insan, həmən lider yorulacaq. Mütləq bölüşdürülməlidir. İş mütləq bölüşdürülməlidir. Yoxsa həmən insan işi yarı yolda buraxacaq və inkişafdan da orada söhbət gedə bilməyəcək. Həmən insan tükənəcək. Delegasiya ona görə həm də lazımdır ki, komanda üzvləri məsuliyyət hiss edirlər və məsuliyyət hiss etdiklərinə görə də onlar irəliləmək istəyirlər. Yəni, artıq o məsuliyyəti üzərinə alırlar, onu öyrənirlər. Öyrəndiklərinə görə də onlar da artıq dərk edirlər ki, bəli, burada onlar da irəliləyə bilərlər və bu gələcəyə doğru inkişaf deməkdir. Məsuliyyəti öz üzərlərinə almaları, onların da inkişafı deməkdir. Onları inkişafa aparacaq. Delegasiya həm də ona görə lazımdır ki, burada vaxt və enerji düzgün bölünür və boş-boşuna getmir. Və sən strateji olaraq hərəkət edə bilirsən. Yəni ki, sənin vaxtın boşa getmir, sən elə odaqlanırsan ki, işə, sən iş bölündüyünə görə sən aparıcı qüvvəsənsə əgər, ekibi arxandan aparacaq insansansa, sənin işin asanlaşır, sən önünü görə bilirsən, nə etmən gərəkdiyini görə bilirsən. Çünki sən bilirsən ki, iş bölüşdürülüb, sənin başın şişmir, sən rahat olursan, psixoloji olaraq rahat olursan ki, iş bölüşdürülübdür. Tutaq ki, ay aman o iş qaldı, ay aman bu iş qaldı, eləmirsən. Çünki iş bölüşdürülür və sən bir lider olaraq etmən gərəkəni edirsən, strateji olaraq hərəkət edirsən. Məsələn, sənin öz öhdəliklərin var lider olaraq, tutaq ki, seminarlar təşkil edirsən, tutaq ki, yönləndirirsən, yön verirsən, başa salırsan, izah edirsən, yanlışları görürsən, yanlışlar üzərində işləyirsən, imkan vermirsən ki, ekib fikri dağılsın, ekib yanlış yolda getsin, sən elə bil ki, bir növü burada proaktiv davranaraq öncədən
problemləri görən insansan da, deyək ki, tutaq ki, artıq orada hər bir liderin öz tərzi, öz cığırı, öz yolu var. Delegasiya zamanı, burada belə bir gözəl qeyd etmişəm. Delegasiya zamanı diqqət etməniz gərəkən 3 əsas şey, nələrə diqqət eləməlisiniz. Doğru insana doğru işi tapşır. Yəni, hər kəsə kimə nə gəldi tapşırmaq lazım deyil də, o insanın gücünü kəşf et. Bil ki, bu insan nəyə qadirdir, nəyə malikdir, nəyi daha yaxşı edir. O zaman sən o öz ekibinin işini ona tapşırmalısan, o işi. Məsələn, qeydiyyat işini bu insan daha gözəl bacarır, bu insan qeydiyyata daha yatqındır. Qeydiyyatları atırsan, o eləyir. Məsələn, uydururam bunlara. Aydın izah et və nəticə necə olmalıdır? Gözləntini başa sal. Aydın şəkildə izah eləyirsən və oradan nə nəticə ala bilərsən, sən nələrlə qarşılaşa bilərsən, onları ona başa salmalısan ki, bax, sən bunu bu şəkildə etməlisən, bundan bu nəticəni ala bilərsən, əks təqdirdə bu nəticəni aldığın təqdirdə necə davranmalısan, nə etməlisən, bunu həmən insana başa salırsan. Nəzarət et, amma müdaxilə etmə. Çox gözəl bir nüansdır. Nəzarət et, amma müdaxilə etmə. Sadəcə nəzarət et. Güvən göstər. Güvəndiyini ona göstər. Amma nəticəni mütləq yoxla. Yəni, o bilsin ki, sən ona güvənirsən. Amma altdan da gözaltıcan sən nəticəni yoxla. Yəni, əmin olmaq üçün nəzarətini qoyma. Güvən ona. Güvən ekibinə, amma nəzarəti də əldən vermə. Sən yenə hər ehtimala qarşı yoxla ki, işlər öz yolunda geçsin. Problem çıxmasın. Gəldik motivasiya məsələsinə. Deməli, bəzi insanların daxili motivasiyası olur və gerçək liderlərin əslində daxili motivasiyası olur. Onlara qaz vermək lazım deyil. Bəzi insanlara qaz verirsən, alqışlayırsan, bravo, sən edərsən, deyirsən və həmən insan həmən vaxtda qaza gəlir. Sən axı onu alqışlamısan, sən ona motivasiya verin. Tamam, bu gözəldir, bu lazımdır əslində. Amma bu tək başına lazım deyil. Yəni, motivasiya tək başına faydalı deyil. Motivasiya disiplinlə, sistemlə birlikdə olduğu halda və vizyon olduğu halda, məqsədli insan olduğu halda motivasiya insana lazım ola bilər. Yəni, onlar belə bir ki, bir-biri ilə vəhdət təşkil edir, balans təşkil edir. Onlardan hansısa biri olmasa, tək motivasiya ilə bu olan şey deyil. Əgər bir insanın daxili motivasiyası yoxdursa və bu daxili motivasiya deyən də burada bilirsiniz söhbət nədən gedir. Bu insanın yenə gəlib çıxırıq vizyona. Nə istəyir? Mən nə istəyirəm? Mənim bu işi görməkdə məqsədim nədir? Mən nəyə görə bu işi görürəm və komandamı nəyə görə öz arxamca aparıram? Komandama nəyi aşılayıram? Komandama tamam mənim bəzən, məsələn deyirəm, mən maşın almaq istəyirəm, amma mənim komandam maşın almaq istəmir. Amma mənim komandam da pul qazanmaq istəyir. Demək ki, nəticə etibarı ilə yenə də biz mənim vizyonumun arxasınca getsək belə, onun da vizyonunun arxasınca gedirik. Yenə də eyni yerə gedib çıxırıq. Ona da pul lazımdır, uydururam da, məsələn. Mənə də pul lazımdır, düz deyil. Bir insanın, bir liderin əgər vizyonu yoxdursa, sistemi yoxdursa, qurduğu sistem, disiplini, gündəlik, oturuşmuş bir sistemi, getdiyi yol, cığır, pastayanla eyni. Yəni, bir gün belə yox. Lider deyir ki, bax, mənim tərzim budur, mənim yolum budur, mən ekibimi bu yöndə aparmaq istəyirəm və o yöndə də ekibini aparır. Bu özü daxili motivasiyadır. Nə istədiyini bilir bu insan. Bilir nə istəyir. O nə istədiyini bildiyinə görə də ekibini arxasınca rahat apara bilir. Sistemi də o üzrə qurub. Sistemini öz, o
şirkətin qurduğu sistem, şirkətin qazanc sistemindən danışmıram, ya da şirkətin sayt üzərindən qurduğu sistemdən danışmıram. Bu o sistem deyil. Bu liderin özünün qoyduğu, o işi ilə bağlı qoyduğu disiplindir, qayda qanundur. Daxili orada daxili sistemdir də, belə deyək. Daxili sistemdir. Yəni bu sistemlə aparır ekibini, komandasını. Özünün qurduğu sistemdir və ekibi də o yöndə aparır. Bu həmən insanın, bu da gedir bağlanır daxili motivasiyaya. Yəni mən bilirəm nə istəyirəm və ekibimi hansı yöndə aparıram, nəyə görə aparıram, nə istədiyimi bilirəm. Nə istədiyimi bildiyimə görə də ekibi də o yöndə aparıram. Bax, bu əsl daxili motivasiyadır və bu daxili motivasiya yoxdursa bir insanda, o insanı sən nə qədər itələyirsən, itələ, sən ancaq onu itələyəcəksən. Yəni, sən işini gücünü tökməlisən, bu insanı itələməlisən. Bu səndə yoxdursa, sən ot kimi gəlib bu dünyaya, ot kimi gedəcək bir insansan. Yəni, otdan fərqin yoxdur. Belə insanlar təəssüflər olsun ki, var. Yəni, onlar bilmirlər nə istəyirlər. Onların məqsədləri yoxdur. Onlar yəni hətta tüfeyli həyat yaşamaq istəyirlər. Yəni tüfeyli yaşayırlar. Onların arzusu yoxdur. Onlar nə bilim istəmirlər də maşın alsın, istəmir evi olsun. İstəyir ki, yoldaşı məsələn deyirəm, uydururam. 3-dən 5-dən tapsın, gətirsin, yesin, yatsın. Bunu istəyir də, yəni belə insanlar da var. Amma siz özünüzə sual verməlisiniz. Mən bu həyatdan nə istəyirəm? Mən bir insan kimi, mən sadəcə bu dünyaya yemək, içmək, yatmaq üçünmü gəlmişəm? Tutaq ki, məsələn, mənim arzularım var. Mən burada arzularım çoxdur, məqsədlərim çoxdur. Və o məqsədlə də mənim eyni ilə də mənim kimi olan insanları, mənim kimi düşünən insanları da öz arxamca aparmaq istəyirəm. İrələtmək istəyirəm, tutaq ki. Düzdür, mən arzulu insanam, mən məqsədli insanam, mən ot kimi yaşamaq istəmirəm, mən həyat doluyam, mən həyat eşqi ilə dolu insanam. Mən gözəl yaşamaq istəyirəm, mənim arzularım var, mənim niyyətlərim var, mən onları həyata keçirmək istəyirəm. Mənim özümə görə həyat tərzim var, mənim düşüncə tərzim var, mənim də eqom var. Düzdür, ego nə qədər zərərli bir şey olsa da, yəni məndə ego o dərəcədə deyil, yalan deyə bilmərəm, amma az da olsa olmalıdır da, hər insanda var. Mənim də yəni ambisiyalarım ola bilər, yəni istəyirəm bunu eləmək, mən bunu eləməliyəm. Eləməliyəm də, yəni istəyirəm də bunu. Mən istəyirəm də bunu, yəni ki, istəyirəm də, yəni ki, bunu heç kim mənə qadağan eləyə bilməz ki, hər kəsin bir amalı var da, bir məqsədi var həyatda. Hər kəsi sanki elə bir ki, belə deyək də, Allah Taala bu həyata bir missiya üçün göndərib. Hər kəsin bir missiyası var da, məsələn. Anladınızmı? Yəni, fikrimi yəqin ki, izah eləyə bilirəm sizə. Belə, dediyim kimi və yeri gəlmişkən də yenə də vurğulamaq istəyirəm ki, liderlər enerjili olmalıdır. Hər bir liderin enerjisi, yüksək enerjisi olmalıdır. Bəzən bu insanın xarakterindən irəli gəlir, anlayıram, amma ən azından sönük olmamalıdır. Xarakter özünü göstərir, amma sönük lider, əfəl lider, nə bilim, bükülmüş, büzülmüş lider ekib apara bilməz arxasınca. Mən də vaxtında olub ki, çox utanan, sıxılan, iki sözü bir araya gətirib, dəngələşdirib, danışa bilməyən insan idim. Amma o mənə bilirsiniz hardan gəlirdi. Biz Azərbaycanda yaşayırıq da, bizim qadınlarımız o qədər çox gülmək olmaz, az danış, çox danışma, çox gülmə, səsin bərk gəldi. Onlar hamısı ailədən gələn şeylər idi. Amma onu insan istəsə özündə aşa bilər.
Əgər sizin daxilinizdə bir mücəffər yatırsa, bir güc varsa, onu siz özünüz çıxarda bilərsiniz. Siz onu gətirib, yəni gözəl bir, elə bir bəlkə də sizin daxilinizdə gözəl bir o qiymətli bir şey yatır ki, bəlkə də heç kimdə olmayan çox gözəl bir daxili, məsələn deyirəm də, Vüsaləni kənardan Vüsalə olaraq görə bilərlər, amma onun daxilində güclü bir lider yatır. Onun içərisində bir aslan yatır. O aslanı üzə çıxartmaq üçün sizin özünüzdən çox şey asılıdır. Özünüzdən asılıdır. Yəni bunu siz istəsəz eləyə bilərsiniz. Dediyimiz kimi dostlar, özümüz nə edirik? Bizim əsas amalımız, əsas məqsədimiz dostlar, lider kimi yetişmək, liderlər yetişdirmək. Dostlar, bu işdə inkişaf eləmək istəyirsiniz, qabağa getmək istəyirsiniz. Vallah bu işin yolu budur. Bundan başqa çarə yoxdur. Özlərinizdə işləməlisiniz. Özünüz bir güclü lider kimi güruldayan, aslan kimi nərildəyən lider kimi yetişməlisiniz və komandanızda da özünüz kimi güclü liderlər yetişdirməlisiniz siz. Yetişdirməlisiniz. O halda yetişdirib, özünüz birinci yetişməlisiniz və yetişdirməlisiniz. Belə. Ümid edirəm ki, əslində geniş bir mövzudur və bu mövzunu öz iş strukturumuzla iç-içə keçirtmək üçün daha çox zaman lazımdır və bunu mən növbəti seminarlarda da xırdalayacağam. Özümüzün iş strukturumuzun içərisində işimizi necə aparmalıyıq, necə irəlilətməliyik, bunu əlavə bir mövzu olaraq eləyəcəm. Allahın izni ilə danışacağıq bu barədə ki, mütləq şəkildə danışmalıyıq. Amma düşünürəm ki, unutduğum nüanslar qalmaz. Allahın izni ilə sualı olanlar varsa, buyurub kameranızı açıb, mikrofonlarınızı açıb danışarsınızsa, məni çox sevindirərsiniz, şad eləyərsiniz. Buyurun. Buyurun dostlar. Maşallah, 30 nəfər var, az adam yoxdur. Buyurun. Buyurun dostlar, sizi eşidirəm. Eşidirəm, darıxmışam sizdən ötürü. Utanmayın, açın. Açın, danışın. Danışmasaz inciyərəm. Baxın dostlar, bayaqdan nədən danışırıq? Güclü lider kimi yetişməkdən, güclü lider olmaqdan, nərildəməkdən, guruldamaqdan, düzdür? Bu seminarın arxasından özünüzdə güc toplayıb, bəli, Vüsalə xanım, buradayıq, dinlədik sizi, çox gözəl seminarınız oldu. Biz siz bunları eləmədik. Axşamınız xeyir, Vüsalə müdür. Axşamınız xeyir. Sizi Leyla narahatlıyır Almaniyadan. Mən sizinlə seminarda da görüşmüşdüm, əgər yadınızdadsa. Şəklimiz də var bir yerdə Arzu xanımla. Çox xoşuma gəldi sizin bu çıxışınız. Biraz gec qoşuldum. Çox gözəl idi. Особенно xoşuma gəldi moment. Özünüzdən deyən bu son sözlər. Bir təklifim var. Yəni bugünkü çıxışınız super. Bəlkə bir gün öz istoriyamızda danışsaz yaxşı olardı, maraqlı olardı. Yəni necə yeni addımları necə elədiniz, hansı çətinliklərlə qarşılaşdınız? Yəni super. Çox sağ olun. Siz də sağ olun. Xoş oldu mənə mikrofonu açıb öz fikirlərinizi demək. Başqa xanımlarımızdan da gözləyirəm ki, yəni demirəm, məni tərifləyin, yox. Bu arada Leyla xanım, bizi narahat eləmirsiniz, elə söz deməyin. Bizim üçün xoşdur. Mən istəyirəm ki, liderlərimiz açsınlar, gür-gür guruldasınlar, yəni danışmaq üçün can açsınlar. Vüsalə xanım, o oradan desin, bu buradan desin. Mən də danışmaq istəyirəm, onlar mən də deyim. Yəni biz belə olmalıyıq, qızlar. Biz
Biz belə olmalıyıq. Valla biz yəni dayanmamalıyıq və bizim səsimiz götürməlidir aləmi. Gür-gür guruldamalıyıq biz. Olmaz belə. Çox danışmalıyıq. Bizim işimiz bunu tələb eləyir. Mən də utanırdım, mən də sıxılırdım. Mən də kompleks yaşayırdım, danışa bilmirdim. Amma o kompleksləri yavaş-yavaş hələ də tam aşmamışam. Hələ də var məndə. Amma aşmağa çalışıram özümdə. Özümüzdən çox şey asılıdır. Hə, bu arada bu həmən bu seminar paylaşılacaq. Yəni bu qrupun içərisində paylaşılacaq. Ümumiyyətlə Telegramda nə qədər seminar çalışacağam ki, Telegramdan eləyim. Çünki bura çox həm rahatdır, həm də paylaşmaq baxımından rahatdır. Telegramda qalır, silinmir. Bu seminarın özü Telegramda paylaşılacaq. Yəni təkrar baxa bilərsiniz başdan. Kimlər ki, baxa bilməyiblər. Belə. Hə, buyurun qızlar. Eşidirəm sizi. Qızlar, bəylər, kim mikrofonunu açıb öz fikirlərini deyə bilər, buyursun. Sualı olanlar, kimin sualı var? Hı. Yoxdur heç kimin sualı. Danışmaq istəyən mikrofon içərisinə bassın. Oradan Bəlkə də aça bilmirlər, ola bilər, o aça bilmirlər. Kənarda mikrofonun Müsəllə üstündə xanım, axşamınız xeyir, axşamınız xeyir. mən çox xoşuma gəldi həqiqətən. Mən mikrofonu aça bilmirdim, ona görə üzrlü bilin. Yəni danışa bilmədim. Həqiqətən yəni çox gözəl oldu həqiqətən. Yəni ki bizlər yəni burada yığışan bəylər və xanımlar, əksəriyyət xanımlar deyəsən, yəni hər birisi buradan yəqin ki nələrsə öyrəndilər. Yəni çox super. Yəni mənim fikirləşirdim ki, mən ümumiyyətcə nəsə bilirəm, amma bu çıxışınızdan sonra inanırsınız ki, çox şeylər öyrəndim. Nə Çox. gözəl. Həqiqətən elə bir ki, daha da insan püxtələşir də. Yəni belə dərslərimiz, seminarlarımız olsa tez-tez, daha tez irəli gedərik. Əsas odur ki, Bəli. hər bir kəsin o siz deyən kimi də öz istəyi, həvəsi olmalıdır. Bəli. Öz istəyi, yəni içdən gəlməlidir də, yəni içdən aşmalıdır, daşmalıdır ki, nəsə bax bu işi mən görərəm. Çünki hər bir insan qarşısına məqsəd qoyanda həqiqətən, yəni niyyəti, arzusu hara, mənzili ora deyirlər. Bəli. Əgər ki, bir insanın məqsədi varsa, yəni o məqsədinə çatacaq. Gec, tez. Sadəcə Bəli, olaraq bəli. yolunu tapmalıdır, bir işıqlı yol görsənməlidir. Bəli, onun üçün. bəli. Yəni şəxsən mən fikirləşirəm ki, hardasa yəni qaranlıqlar var. Amma hardansa bir işıq ucu tapmalıyam da. Yəni ki, bir işarə olmalıdır. Necə yəni? Bəli. Mən qaranlıqda qalmayacağam ki, yəqin ki, bir gün bu qaranlıqdan Bəli, çıxacaq. bəli. Öz Bəli. istəyi lazımdır. Hər kəsin öz istəyi lazımdır. İstək Bəli. oldusa, yəni hər kəs yəni öz arzusuna da çatar. İstədiyi həyata da keçirə bilər. Bəli. İnsan var ki, illərcə çalışır öz arzusuna çatmaq üçün. İnsan var ki, lap tezliklə. İndi şans da var da, indi olur. Bəlkə də məsələn mən fikirləşirəm lap tez ola bilər, ya gec ola bilər. Hər kəsin yəni bir qisməti var. Bilirsiniz necədir? O qismət üçün gərək biraz mücadilə eləmək lazımdır. Yəni ki, çarpışmaq, hərəkət eləmək, nəsə bir şey. Bax, mən özümdən danışım. Mən insan bir şeyi istəyəndə, mən şəbəkə işi ilə tanış olanda, bilirsiniz necədir? İnsanın ki, o ruhunda o var, ruhunda o liderlik ruhu varsa, insan o işlə tanış olanda, bilirsiniz necə olur, bilir. Bu nə gözəl işdir. Mən də kaş belə olardım. Mən də kaş bunu eləyərdim. Və o sözü deyirsinizsə, deyə bilirsinizsə, kiməsə baxıb. Deməli, siz bu iş üçünsüz.
Deməli, siz bu işi bacara bilərsiniz və bu işdə inkişaf eləyə bilərsiniz. Necə ki, mən şəbəkə işi ilə tanış olanda ilk dəfə, mən bilsiz neylədim? Eyni ilə bayaq dediyim kimi, nə gözəl işdir bu. Kaş mən də onlar kimi olardım. Kaş mən də onlar kimi olardım. Mən həsəd elədim. Yəni, yaxşı mənada da. Və ona görə də mən girirdim, seminarlara izləyirdim. Mən ərinmirdim. Mənə də xoş deyildi dinləmək. Mənim də səbrim çatmırdı. Mən də dinləmək istəmirdim. Mən də istəyirdim uzanım, istirahət eləyim, televizora baxım, seriallara baxım, pult əlimdə, yayılım oturum. İstəyirdim. Amma axı mən istəyirdim ki, mən də güclü lider olum. Mənim işim olsun, mənim karyeram olsun. Mən məqsəddəydim. Ona görə mənim canım çıxırdı. Səbrim çatmırdı seminarları izləməyə. Səbrim çatmasa belə, nauşniki taxırdım qulağıma, dəftəri qoyurdum qabağıma. Onlar danışdıqca mən qeydlər aparırdım. Mən baxırdım ki, bu nətər olur olsun, mən görüm onlar nə danışırlar, mən oradan görüm nə öyrənə bilərəm. Vallah mən belə olmuşam, mən belə olmuşam. Mən belə eləyə, mən bu işi mənimsədim. Mən bu işi öyrəndim. Bu iş çətin deyil. Sadəcə bu işi öyrənmək lazımdır. Hamı bura gələndə bu işi bilmir. Amma mən bu işə gələndə elə bildim ki, elə bu iş mənim üçündür. Mən bu iş üçün doğulmuşam. Özümü elə hiss elədim. Mən bu işdə özümü çox xoşbəxt hiss eləyirəm. Mən bu işi çox sevirəm. Bilmirəm 3 ildən sonra, 5 ildən sonra hansı hissləri yaşayacağam. İnsanam da, başıma nə gələr bilə bilmərəm. Bir söz var, deyir, heç vaxt demə. Amma mən bugün onu elə hiss eləmirəm. Mən bugün elə hiss edirəm ki, mən bu iş üçün doğulmuşam. Yox, toxunmadan. Mən bu iş üçün doğulmuşam. Özümü elə hiss edirəm mən. Bu iş mənim üçün, mən bu işi çox sevirəm. Mən bu iş üçün doğulmuşam. Mən bu işdən zövq alıram. Həqiqətən mən bu işdən zövq alıram. Amma mən bu sözlərimdə səmimiyəm. Mən bu işi sevərək görürəm. Mən ekibimlə qürur duyuram. Mən komandamda olan, pul qazanan, yaxşı pullar qazanan, evini alan, maşınını alan, inkişaf eləyən, qabağa gedən, pul qazanan qızları baxanda ürəyim açılır, sevinirəm. Deyirəm, mən vəsilə olmuşam. Mənim sayəmdə. Mənim sayəmdə deyil, öz zəhmətinin sayəsindədir. Amma cığırı mən açmışam. Mən başlamışam. Mən hə dediyimə görə, kimlərisə qoşduğuma görə, o qoşduğum insanlar da bir başqasına, onu belə qoşulduğuna görə, o insanlar gəlib mənim komandama düşüblər. Başlayanda başlanğıc məndən başlayıbdı və mən onlara baxdıqca qürur duyuram. İnanın səmimiyyətimə, qürur duyuram, fəxr edirəm onlarla. Nə yaxşı ki, deyirəm, mən bu işi başladım. 5-6 il bundan qabaq. Maşallah olsun. Yəni Allah bəd nəzərdən qorusun inşallah. Sağ olun, Allah razı olsun. Bilirsiniz, hər kəs, mən öz həyat təcrübəmdən də bilirəm ki, yəni şeyi ki, yəni istəyirsənsə, əgər istəyirsənsə, heç bilmirsə, ondan anlayışın olmasa da, istədiyin halda o arzuları tutursan, nəsə orada əldə nəsə bir şey eləyə bilirsən. Birinci, asan bir şey yoxdur. Yəni, bu mərhələyə gəlib çatmışsınız, bu zirvəyə gəlib çatmışsınız, onun hamısı zəhmət tələb olunur. Yuxusuz gecələr, fikirlər, arzularla bir yerdə hərəkət. Öz-özdə, yəni hər gün nəsə bir şey öyrənmişsiniz, hər gün bir şey. Yəni, addım-addım, qram-qram, zərrə-zərrə, o Xəlil Rıza'nın bir şeiri var, deyir, qram-qram, zərrə-zərrə. Yəni, burada asan bir şey yoxdur, amma çətin də bir şey yoxdur. Asan da o deyil ki, yəni bax, yəni o addım-addım, zərrə-zərrə, gün və gün. Amma çətin də bir şey yoxdur ki, o mərhələni adlayandan sonra deyirsən ki, burada nə var imiş, mən nə yaxşı gəldim, çıxdım bura. Bəli, çox düz, çox düz. Deyirsən ki, mən bütün dağı, dərəni, təpələri aşmışam, gəlmişəm, görürəm mən əməlli başlı, yəni ki, öz arzularıma çatmışam. Yəni, insan istərsə, istəyəndə, istədiyinə nail olar. Yəni, insan hər şeyə qadirdir.
istədiyinə. Amma istəmədən o siz deyən kimi itələ getmir də bu adam. Bu adamın içindən Bəli, gəlir. Hər kəsin öz bəli. içində olmalıdır. Bir istək olmalıdır onun içində. Qaynamalıdır, coşmalıdır, Bəli, bilməlidir. məqsədi olmalıdır. Nə üçün istədiyini bilməlidir. Sən bu işi nə üçün istəyirsən? Bu işə Hə, biz nə üçün gəlirik? Biz gedib 500 manata, 300 manata qane olub işləyəcəkdiksə, gedib bəli, elə hardasa çoxdur elə işlər, gedin işləyin də. Biz bu işə gəlmişik çox qazanaq da, böyük ekip böyüdək, karyera quraq, liderlik eləyək. Liderlik özü belə gözəl bir istedaddır, gözəl bir karyeradır. Bir insanın arxasıca kiməsə rəhbərlik eləməsi, rəhbər nədir? Yol göstərən. Yol göstərən olması, arxasıca öz cığırı ilə, öz izi ilə aparmağın özü belə görün necə gözəldir. Pisdir bu. Sizcə bu ən, necə hissdir? ən gözəl hissdir valla. Tembol Bəli, də ki, yəni iş deyirik. Yəni hər yerdə iş var. Hər şeydə yəni bəli, belə işləyir də, belə hardasa işləyir, neyir. Amma bu işin gözəlliyi ondan ibarətdir ki, yəni bilirsən ki, məhsulların tərkibi necədir də, nədir, nəyə qadirdir, hansı məsəl üçün keyfiyyətə malik bir məhsullardır da, yəni brend olan bir mhm, məhsullardır. Kiməsə tövsiyə edirsənsə, rahatçılığı ilə tövsiyə edirsən, yəni bilirsən ki, sən bu zirvəyə halallıqla yüksəlmisən. bəli, Kiməsə indi satmırsan, zəhər satmırsan, zəhrimar satmırsan, nəsə deyirsən, hər bəli, şeyi mən əsas pulumu qazanım, aparsın, neynir eləsin də. Məsələn, o qədər biznes var da, yəni hər yerdə görürsən ki, nələrinsə məşğuldular. bəli, Amma bəli, bu iş əsas məsələ, yəni mənim bu işə əsas birinci məhəbbətim, yəni mhm, məhsulların keyfiyyətinə görədir. Kiməsə, mənim şəxsən özümün asılı deyil də, kiməsə yalandan deyə bilmirəm. Yox, yaxşıdır, sən mhm, Allah, al. Hardasa o qədər yerlər var. O qədər iş bəli, yerləri var. Məsələn, firmalar var, şirkətlər var. Nələrsə satırlar da. Mən onu yalandan tərifləməyə xoşlamıram ki, gedim nəsə elə belə də pulumu qazanmaq xatirinə aparım məhsulları kiməsə sırışdım, aparsın nə bilim nə işdələr, neyniyər özü mhm, bilər. Bunun gözəlliyi ondandır ki, Timboli məsəl üçün indi bunu yaradıcısı, qurucusu bunu yaradıb insanların bəli, həm işini təmin olmağa, həm də ki halal pul qazansın, həm də ki şərəfli, ləyaqətli bir işdir. Həqiqətən ki bəli, hər kəs aparıb yararlanır, istifadə edir evində, ailəsində bunun məhsulu istifadə elədikcə sağ ol deyir, ay Allah nə yaxşıdır, nə gözəldir. bəli, 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 Mənim xeyrimədir. Məsəl üçün qida əlavələridir, istifadə edir. Şəxsən mən özüm hal-hazırda istifadə edirəm. İstifadə edir, deyir ki, yəni bu mənim günü-günücən gözəlləşirəm, dərim təravətlənir, saçım yerindədir, o bu. Məsələn, yaxşılığa doğru. Ona görə də bu işin hər tərəfi gözəldir. Kim ki addımlasa, başlasa, davam eləsə, gələcəyin qursa, bəli, yəni hər tərəfdən gözəldir, hər yerdə. bəli, bəli, bəli. Burada Bəli. bilirsiniz necədir? Burada ən böyük problemi harda yaşayırıq? Bizim ekibimizə gələn insanlar burada 3 nəfərə, 5 nəfərə deyir, tutaq ki, qiymət bahadır deyir. Əslində bizim qiymətlər çox ucuzdur. Aşırı dərəcədə ucuzdur. Yəni marketdən də ucuzdur bizim. Oturub o incəlikləri izah eləyəndə, başa salanda bizim qiymətlər çox ucuz qiymətədir, məhsullar. Amma bu insan gəlir, düşür neqativə. Mənə hamı bahadır. Gedirsən, yəni işi öyrənmədən bir sözlə. Bizim işimiz nədir? Bizim işimizdə sən birinci növbədə bu işi öyrənməlisən. Sən öyrənməmiş, eləməmiş, sən getdin, sırazı bir 3-5 nəfər adama dedin, onlar da sənə yox dedilər. Niyə sənə hə deməlidirlər? Onların borcu var sənə, belə deyəndə, belə baxanda. Yox, yoxdur ki. Nəyə görə sənə hə deməlidir ki, o insanlar? Onlar normal olaraq sənə yox deyəcəklər də. Çünki onlar alışıblar, adlarını çəkmək istəmirəm, filan tipli şirkətlərdən o qədər mağdur olublar, eşidiblər, görüblər. Adi bir şey kimi baxırlar bu məhsullara. Axı onlar bilmir bu məhsul nədir. Sən birdən-birə gedib onlara
təklif eləyəndə o sənə yox deməlidir də, hə deməli deyil ki. Sırası yox deyəcək sənə. Sən özün bu işi öyrənməmiş, eləməmiş, gedirsən, kimlərəsə təklif edirsən, o sənə yox dedi, gəlir. Müsalə xanım, mən bacarmadım bu işi. Deyirəm ki, bax, ay xanım, bax, ay filan kəs xanım. Tamam, mənim üçün problem yoxdur. Sən bu işi görsən də mən bu işi görürəm. Sən bu işi görməsən də mən bu işi görürəm. Başa düşürsünüz nə demək istəyirəm. Dərk edirsiniz bu nə deməkdir, dostlar. Bax, mənə kənardan baxın, görün mən sizə nə deyirəm. Mən qızıl xırdalayıram əslində bu sözləri deməklə. Bax, görün nə deyirəm. Sən bu işi görsən də mən bu işi görürəm. Sən bu işi görməsən də mən bu işi görürəm. Bu çox gözəl sözdür, bu çox böyük sözdür. Yəni ki, mən səndən fərqli olaraq bu işi bilirəm. Sən bilmirsən və bilmədiyinə görə də bu işdə işləmirsən. Mən şanslı deyiləm. Mənim qara qaşıma, qara gözümə görə mən bu şirkətdə iş qurmamışam. Bəzən deyirlər, hə bir Salih xanım, siz Irsaq Azərbaycanda təzə gələndə yəqin başlamışsınız. Xeyr, nə əlaqəsi var? Əgər təzə gələndə başlamaqla olurdusa bu işlər, məndən qabaq gələnlər niyə işləməyiblər bəs? Məndən qabaq gələnlər niyə mənim kimi ekibim şəbəkəsində 5-6 dənə müdür çıxartmayıblar? Üzr istəyirəm, yəni sözünüzü bilinə kəsəm. Buyurun. Əslində olanda işin ilki çətin olur. Çünki bax, biz çətinliklə gəlmişik əslində, bəli. Çətin vaxtdır. Bu yolu keçmişsiniz. Keçdiyiniz yolu, yəni hər kəsə qeyd edirsiniz, necə elədim, neynədim. Amma siz özünüz araşdırmırsınız, hər şeyi özünüz. Yəni ilkin başlamaq daha çətindir. Yəni kimsə deyir ki, yox, əvvəl işləmsiz, belə olub. Mən o illəri də bilirəm, bu illəri də bilirəm ki, hər ilin özünə görə məsələn çətinliyi var, amma hər işin də ilki çətin olur. İlki çətin olur, onu tanıtmaq, amma indi hər kəs maariflənib də, hal-hazırda insanlar keçmişdəkindən indi daha maariflənib, məsəl üçün təbii vasitələri üstünlük vermək, amma o illərdə çox da yox idi. Bəli, az idi. Bəli, başarımsızsa, valla inanırsınız sizə maşallah yolunuzu hər zaman açıq eləsin. Mənə onu deyəndə mən başa salıram ki, biz əlbəttə çətinliyə gəlmişik. Bizim kargo problemlərimiz var idi, şirkət Azərbaycanda təzə idi. Təzə olanda istər-istəməz, təzə şirkət olanda o şirkətə burada, yəni necə deyim, düz deyim, mən o işlərə baxmırdım. Mən sadəcə ekip qurmuşam. Amma o problemlər bizə yansıyırdı. Bizim iş prosesimizə yansıyırdı da istər-istəməz. O şeylərlə, indi bunlar heç kimə maraqlı deyil əslində. Yəni, kənardan baxan deyər ki, məsələn, Salih xanım, bizim nəyimizə lazımdır, onları danışırsınız. Yəni, sözümüzün canı odur ki, əslində qalanda biz onda daha çox çətinlik çəkmişik də. O vəziyyətdən gəlib bu vəziyyətə çıxmışıq və əgər doğrudan da şirkət təzə açılanda qoşulmaq, hətta bəzilərinin dilinə belə bir söz düşüb, bilirsiniz də, gündə Azərbaycana göbələk kimi bir şirkət gəlir axı, nə ediyor bəlirsiniz, biri birinə dəyməz, biri heç birinə. Gəlirlər, gəldikləri kimi də yavaş-yavaş gedirlər. Sözüm onda deyil. O gələn adamlar, təzə gələn şirkətlər nə deyirlər? Falan kəs gəl bizim şirkətə. O gün Əfruz müdür bir söz dedi, seminarda çox xoşuma gəldi. Gəl bizim şirkətə, şirkət təzədir, gəl ilklərdən ol. Necə yəni, onda belə çıxır ki, ilk gələnlər, orada nə problem var ki, ilk gələnlər şey olur, necə, bərk gedir, amma sonradan gələnlərə yoxdur, sonradan gələnlər problem yaşayır. Orada, yəni sizdə proses necə baş verir ki, yəni belə çıxır ki, burada nəsə problem var. İlk gələnlərə yaxşı olacaq, amma sonradan gələnlərə heç nə yoxdur, onda belə çıxır. Bu sözün mənası budur, belə çıxır, amma elə deyil axı. Əgər elədirsə, mənim komandam Azərbaycanda ona görə quruldu ki, mən məqsədli idim. Mən qarşıma məqsəd qoydum və özümü tərifləmirəm, əsla, yanlış anlaşılmasın bu. Mənim kimi məqsədli liderləri tapmaq biraz çətindir, azdır yəni. Amma var, yəni yox deyil.
Var, sadəcə onu tapmaq lazımdır. Ya da yetişdirmək lazımdır. Ya onu tapmalısan, ya yetişdirməlisən. Yəni əlimizdə olan komandadan da bunu yetişdirə bilərik. Yəni o demək deyil ki, o hazırdır, mən onu gedib tapacağam. Yox. Yetişdirmək lazımdır. Həmən o liderləri yetişdir. Mən də bu işi tanımayana qədər o daxilimdəki o mücəvhəri, o daxilimdəki bu işlə bağlı olan o vüsaləni, o lideri mən bilməyəcəkdim də yəqin ki. Mənim qarşıma bu iş, belə bir iş çıxmasaydı, mən hardan biləcəkdim? Mənim qarşıma Allah məni bunu çıxartdı, bu yolu ki, mən göstərdi ki, bax sən bax belə güclü insansan, sən bunu bacara bilərsən, sən buna qadirsən, sənin yerin buradır. Onu məni hər insan qarşısına çıxartmır onu, amma mənim qarşıma Allah çıxartdı məni. Əslində bu barədə danışmaq istəmirəm, amma məni quyudan çıxartdı. Məni quyudan çıxartdı. O mövzuya heç girmək istəmirəm. O quyudan mən çıxdım Allahın izni ilə. Bax belə, dəyərli dostlar. İnşallah ki, gözəl bir seminarımız oldu, verimli oldu, paylaşılacaq. Amma mən sizləri belə görmək istəmirəm. Mən istəyirəm siz mikrofonlarınızı açılsınız. Müsalə xanım orada belə coşqulu, hərəniz bir söz danışırsınız. Bəli, əfsanə. Axşamınız xeyir. Axşamın xeyir, buyurun. Uğurlar sizə. Çox maraqlı seminar idi. Bayaq toxunduğunuz mövzuya bu gün mənə də bir təklif gəldi başqa şirkətlərdən. Və indi şirkətin adını deməyəcəm. Bəs mənə dedi ki, əfsanə sənin liderlərindir ki, bizə Ersağdan 2 dənə lider gəlib. Dedim, yox, mənim deyil, adlarını da çəkdi. Adlarını çəkməyəcəm indi burada. Dedi, qoşulublar bizə. Dedim, ola bilməz ki, onlar Ersağdan çıxıb gəlib ora qoşulsunlar. Dedi, hə, ola bilər ki, ikinci iş kimi gəliblər yoxlamağa. Bir də dedi ki, hə, o bayaqçı sözünü vurğuladı o da. Dedi ki, hə, bu şirkət təzədir, təzə şirkətlərdə də təzə qoşulanda daha yaxşı olur da, tez qabağa getmək olur. Nəsə o ondan əvvəllər də mənə təklif eləmişdi. Təklif eləyib, indi yenə hələ mənə səs atıb baxmamışam səslərinə. Yəni, belə başa düşürəm ki, Ersağdakıları çəkmək istəyir də tərəfinə. Bu düşüncədədir. İkisi gəlib, hə, mənə də başlayır ki, hipnozlamağa, amma ondan əvvəl də təklif eləmişdi. Və onlar məhsulsuz təklif eləyirlər. Sadəcə bir kiçik bir dövriyə qoyurlar, o dövriyyəni eləməlisən, amma məhsullar göz önündə deyil. Sadəcə, bilirsiniz necə, elə bil ki, bir lato oynayırıq da, biz pulu veririk latoya, amma udacaq, udmayacaq o bilinmir. Yaxşı bir məqama toxundun, qoy elə onu deyim, bilməyənlər də bilsinlər. Mən 6 ildir bu işlə məşğulam. Yəni, pis çıxmasın, başımıza bu gəlməyən qalmayıb. Nə barədə? Yəni, çox şükür, belə pis işlər gəlməyib, o barədə yox. Yəni də bu şəbəkə işində, bu ekiblə bağlı, bizim ekiblərimizi, o elənin içində pul yatır, pul qoy, pul götür, Oks, nə idi, ay Allah, o şirkət yox, ona şirkət demək düzgün deyil. Oks nə idi, ay Allah, onun adı? Bir cür pul yatırma şeyi idi da, elə bir pul qoy, bu qədər qoy, 5 manat qoy, 10 manat götürəcəksən. 15 manat qoy, 20 manat götürəcəksən. Adama deyərlər ki, sən bu pul hardan balaladı? Balalayır bu. O Molla Nəsrəddinin, mən həmişə onu misal göstərirəm. Mənim ağzımdan çox eşitmişsiniz onu. Təkrardan demək istəmirəm. O Molla Nəsrəddin qazan məsələsi. Qazanı balalayır. Nə oldu? Qazan balaladın. Yəni bu 15 manat necə oldu 20 manat? Sonra nə edirlər? Yəni bax deyirəm bunu göz açıq, nə badə buna uymayın ha. Bilirsiniz, nə qədər qızlarımızı yaman günə qoydular onlar. Yəni stressdən bədənləri səpdi. Yaman neçə adam tanıyıram mən, bir nəfər yox, neçə insan qorxudan. Çünki niyə? Hamını qoşmuşdu. Gəl, filan kəs, gəl. Qoşmuşdu, özü qoşulmuşdu, özü də qoymuşdu. Filan kəsləri də qoşmuşdu. O filan kəslər onun başını yolurdu. Çünki nə etdilər? Şinikləndirdilər. 5 manat qoy, 10 manat götür. 5 manat qoydu, 10 manat götürdü. Nə yaxşı. Gələn dəfə, indi filan kəs, bu dəfə mütləq 30 manat qoymalısan, 10 manat qoya bilmərsən, day. İndi 30 qoymalısan. Deyir, hə, 30 qoy, 40 manat götürəcəksən. Məsələn deyirəm, uydururam.
O da Bəli. deyir ki, hə, yaxşı. 30 qoydu, 40 götürdü. Aha, ikinci dəfə də verdi. Bu aldatmır, düzdür. İndi də 50 manat qoymalısan. 50 qoy, yenə 70 götürəcəksən. 50-ni də qoydu, 70-i götürdü. Doğrudan da bu aldatmır. Davay, mən evimi satıram. Bilirsiniz neçə dənə belə oldu? Həqiqətən oldu belə şeylər. Maşınını satdılar, evlərini satdılar. Bir də Bilirsiniz məhsul nə yoxdur oldu? ortada. Məhsulu ancaq sifariş verməlisən, xaricdən gəlməlidir. Yəni burada ofis yox, heç nə yox da. Yəni bəlkə də 3 ay, 5 ay dağılacaq bir şirkətdir də, firmadır, nə deyim, şirkət də demirəm. 2 ilə, uzağı 1 ilə, 2 ilə, uzağı özünü öldürsün, 3 ilə dağılır. 3 ilə siz nə edirlər? Həmən o dediyim, biz bunların hamısını yaşadıq. Burada ola bilər xanımlar, köhnədən olan xanımlarımız varsa, baxırlarsa bilirlər olar. Bunlar elə bil hamını şirinlikləndirdilər, qoydular, götürdülər, qoydular, götürdülər, qoydular, götürdülər. Evlərini, maşınlarını satanda, qoyanda, hamı elə bir məqama gətirdilər ki, hamı birdən qoşuldu, hamı birdən götürdü, hamı birdən evini, maşınını satdı, qoydu. Həmən momentdə aradan çıxdılar. Və adını da qoydular ki, tutublar filan kəsləri. Tutmuşdular güya, doğru, bilmirəm yəni. Allah bilir. Hər halda tutublarsa tutublar. O özü belə şübhəli məsələ. Yəni ki, mən o məsələlərə heç girmək istəmirəm. Mən bilmirəm nə var, nə yox. Bilmədiyim şey danışmaq istəmirəm. Onu 2 ay bundan qabaq şey oldu demişdi. da. 2 ay bundan qabaq Necə? dedi. Mən gəlib evdə yoldaşıma deyəndə, hətta mənə dedi ki, yəni kişilər bu işdə çox aktivdirlər də. Sən yoldaşına denən. Kişilər bu işi yaxşı yayırlar. Mən yoldaşıma dedim. Yoldaşım dedi ki, bir aydır ortalığa çıxan bir firmaya necə inanmaq olar ki, ona pul yatırım eləmək olar? Həqiqətən də gözümü Bəli. açdı mən. Bəli, Dedi bəli. bir var illərdir bu şirkət ola, yəni ona bəlkəm eləyə bilərik. Amma bu nə bilim 3 aydır, 5 aydır, Mən bəlkə də 1 deyim aydır. də, mən sizə deyim, qadan alım. Bunu bilməyə, münəccim olmağa gərək yoxdur. Daha bu görə gəlmişik, daha bilirik nə var, nə yox. Bunlar nə edirlər? Bunlar elə bil bir adda açırlar, yaranırlar. Sonra o pulu krupnu neçə dənə oldu? Elə siz bir dənəsi olub, neçəsi oldu elə. Götürdülər, çıxdılar aradan. Çıxır aradan, sonra gedir, başqa adda açır. Eyni adamlardır. Eyni adamlardır. Götürüb çıxır aradan, təzədən başqa adda. İnsanlar da onu şey eləyirlər, fikirləşir ki, artıq bizim nə şey yaranıb, artıq nə düşüncə yaranıb. Deyir ki, Müsahib xanım, bilirəm, bax danışıram, deyirəm ki, bax ay filan kəs, vaxtı itirmə də, yazıqsan, odur, budur. Yox, bilirəm, Salih xanım, onsuz da bilirəm ki, 1 ildən sonra, 2 ildən sonra onlar aradan çıxacaqlar. Mən də bicli işlədirəm, deyir. Mən də deyir, qoyuram, onlar aradan çıxmamış, mən götürüb aradan çıxıram. Başa düşdünüz? Yəni, daha bunlar, o aldananlar da bilirlər ki, bunların 1 ilə, 2 ilə bunlar götürüb aradan çıxacaqlar. Yəni, bunlar belə, bu işdir. Bacı, bu işdir, belə işləmək olmaz. Halal deyil. Yəni, halal deyil, bu bir haramdır. O heç, onu qoyduq kənarda. İndi elə adam var ki, ona baxmır elə şeyə, onun üçün fərq yoxdur, pul gəlsin. Anladım, tamam. Axı bu işdir, bu karyera deyil, bu işdir. Mən bilirəm ki, mən bir şirkətin təmsilçisiyəm. Mən xərçəngi sağaldan, mən dünyaya cığır açmış, narkomanları sağaldan, oynaq qığırdaq yeyilməsini sağaldan, şəkər xəstəsini sağaldan, sağaldan deyəndə ki, indi bu qida əlavələrində sağaldan deyəndə xoşları gəlmir bəzi adamların qida əlavələrdə, amma qida əlavəsi nə üçündür? İmmunitet artırmaq üçündür. İmmunitet artanda da xəstəlik gedir adamdan. Olursan sağalırsan da, olursan sağ. Düzdür? Düz deyilik əslində, sağaldan. Amma məsələn, qida əlavəsində deyəndə ki, sağaldan, xoşlarına gəlmir bəzi adamların. Çünki onların bazarına biz mane oluruq qida əlavələrindən sağaltdığımıza görə. Nəsə, sözüm onda deyil. Yəni, mən bir şirkəti təmsil edirəm də, mən nəsə bir ciddi işlə məşğulam. Mənim karyeram var, mən bilirəm ki, mən bu işim ömürlükdür. Mən sabahlarım miras qoyacam. Düzdür, insan belə ömürlük deyil bu həyatda. Yəni də bu dünya durduqca, bu şirkət də var olduqca, mən bu şirkətdən qazanacam. Bu şirkət 20 illik nəhəng şirkətdir.
işini qurub və inkişafa gedir. Mən də o inkişafdan bəhrələnmək istəyirəm. Bəhrələnirəm və bəhrələnəcəm də. Bir lider olaraq, bir müdir olaraq. Düzdür? Mənim işimin adı var da. Axı sizin işinizin adı yoxdur. Siz nə işlə məşğulsunuz? Sizinki alıb Allah bu gün var, sabah yox. Biraz onda, biraz bunda, bir gün onda, bir gün bunda. Onunla o elənçinə o da haramdır. Kiminsə gözünün yaşıdır, kiminsə ahını alasıdır. Onunla evdə tiksəz əlinizdən çıxacaq, onunla maşında alsaz əlinizdən çıxacaq. Onunla neynəsəz, valla bu gün sizindir, sonra sizin deyil. O da heç sizin deyil. Yəni budur. Müsəllə xanım, o siz söylədiniz ki, məsələn, sağaldacaq belə falan. O sosial şəbəkədə, məsələn, o də paylaşmalar eləmək əslində düzgün deyil. Çünki yəni özümüz də bilirik də, məsəl üçün indi biz bunu qida əlavəsi kimi satırıq, lap təbii vasitələrdən aptekdə də istifadə edirdilər də. Keçmişdə məsəl üçün nə bilim çay bitkiləri falan otlardan, zaddan. İndi kim təbabəti sevirdisə, bilirdi ki, onun gücün qüvvəti, məsəl üçün ramaşka, məsələn, falan şey, məsələn, keçmişdən də alıb istifadə edirdi. İndi bunlar indi aktivləşib, daha da yaxşıdır. İnsanların əlinə gəlib çatır, rahat şəkildə istifadə edirlər. Amma məsələn, sosial şəbəkələrdə, məsələn, səhiyyənin xoşuna gəlməyən şeylər demək qadağandır da. Yəni ki, yəqin ki, bunları siz hər dəfə vurğulayırsınız da ki, demək olmaz. Məsələn, mən özüm hər şeyi görüm ehtiyat eləyirəm də. Deyirəm ki, məsələn, hansını eləyə bilərəm, hansını eləyə bilmərəm, hansı sözü deyə bilərəm. Yəni bunların hamısı qida indi öz aramızda danışırıq. Bax, qida əlavəsinin heç bir sağaldıcı effekti olmadığını şeylərdə qeyd eləyirlər. YouTube-da hətta video var bununla bağlı. Amma məsələ burasındadır ki, əksər şirkətlərin çoxunda qida əlavələrini kapsullaşdırırlar, amma kimyəvi üsullarla hazırlayırlar. Məsələn, tutaq ki, spirulina hazırlayırlar. İndi mən şirkətin yanında olmamışam, amma mən bilirəm ki, Ersağın qida əlavəsini biz laboratoriyada verdik, yoxlatdırdıq. Ən güclü qida əlavə, ən güclü spirulina Ersağın spirulinasıdır tərkibinə görə. Sibirski Zdarovenkin də vermişdik. Ondan başqa şirkətlərin üçün vermişdik. Ən güclüsü Ersağınkidir. Ersağınki nəyə görə güclüdür? Ersağınki həm dozası yüksəkdir, həm də doğrudan da bitki mənşəlidir. Hər bir məhsulun, hər bir vitaminin, hər bir mineralın, hər bir kimyəvi elementin həm təbii üsulla hazırlanmış variantı var, həm süni üsulla hazırlanmış variantı var. Ersağda bitkilərdən hazırlanır, təbii üsulla hazırlanır deyənə biz Ersağın məhsullarından nəticə alırıq. Tez nəticə alırıq. Amma nəticə etibarıyla o da qida əlavəsi gedir, bu da qida əlavəsi gedir. Sosial şəbəkədə isə belə bir video mənim qarşıma çıxdı. Qida əlavələri zərərli, heç bir faydası yoxdur. Qida əlavələrinin dərman preparatlarının əvəzini heç vaxt verə bilməz. Amma təəssüflər olsun ki, insanlar buna müraciət edirlər. Odur, budur, belə bir video çıxmışdı mənim qarşıma. Yəni, baxan, yaxşı çıxan bilməyən insan, bu barədə məlumatı olmayan insan o video YouTube-da paylaşılıb deyə ona inanacaq və mənə inanmayacaq. Amma əslində elə deyil. O yanlış bir. Ona deyirlər virus da, elə bil ki, virusdur. Qoyublar o şeyə, YouTube-a, qoyublar Google-a, məlumata. Düzgün məlumat deyil də əslində. Amma onu elə qəbul elətdirirlər, çünki elə lazımdır. Çünki dərmanı satmalıdırlar. Dərman Azərbaycanda, yəni ki, rol oynayır. Keçmişdən Sves kanalda bir veriliş var idi. Tibb haqqında məsləhət verirdilər. Ancaq təbabətlərdən son zamanlarda Füzuli Hüseynov var, doktor. Yəni o da həmişə ən çox təbabətə meyllənir də. Yəni insanları təbabətdən çox istifadə eləməyə həmişə məsləhət görür, aşılayır. Çox həkimdir. Mən xoşum gəlir o həkimin məsləhətlərinə, həmişə də ona yararlanıram da belə. Keçmişdən televiziya ekranında da ona yer verirdilər. Verirlər müəyyən dərəcədə də belə. Yəni çox da getmirlər, amma insanlar bilir ki, adətən
yəni təbabət elə sağaldıcıdır. Bəli, Təbabət elə xəstəliyin qarşısını alandır. Əgər bəli, ki, bəli. təbabətdən kimsə əvvəldən bu növrədən istifadə eləyirsə, yəni o heç vaxt xəstələnmir. İmmunitet aşağı düşmür. Məsəl üçün mən uşaqkən mənim babam həmişə kək otu çayı dəmləyərdi, qara çay istifadə eləmirdi. Bizim Bəli. qonşumuzda 145 yaşına kimi bir xanım yaşadı, qadın yaşadı. Deməli, o həmişə gedirdi həyətdən, oradan bağa yarpağı, heyva yarpağı, nə bilim nanə, yarpız, gəlir, gətirirdi, ətəklə yığırdı, onlardan dəmləyib içirdi. Biz görürdük ki, onu, biz gülürdük, uşaqkən gülürdük, nə bilim öz uşaqları falan, nəvələri, nəticələri. Amma Görürdük onlar ki, düz eləyirmiş sən demə, indi başa düşürəm. nənə bunu yeyir, nənə inan ki, yağlı yeməklər yemirdi, sadəcə olaraq həmişə pörtlədirdi, qaynadırdı, göyərtini, ancaq yaşıl çay içirdi də. Yaşıl çayda nədən ibarətdir? Özü gedib bilirdi, tanıyırdı. Biz tapdalayıb keçdiyimiz bitkilərin üstündən, amma o onu sevərək yığırdı, onu bilirdi ki, qiyməti nə deməkdir. O insan xəstəliklə ölmədi, yaş gəldi, yaşlaşdı, qocaldı. 145 yaş az yaş deyil, o insan yaşadı o boyda. Yəni ondan fikirləşirəm ki, həqiqətən təbabətin gücü, qüvvəsi, seyri, Bəli, misli bənzəri yoxdur. Yəni bu bəli, bəli. məhsulların tərkibində tamamilə qatqısı olmadan, yəni bu məhsulları ki, qablaşdırılıb göndərilibsə, deməli bu qatqısız məhsulların həqiqətən də misli bərabəri yoxdur. Qiyməti Bəli, yoxdur. Məsələn, qiymət bəli, söhbəti, bəli. bahadır, ay nə bilim nədir, neyinir. Təsəvvür eləyirik ki, məsələn, mən özüm əvvəllər Ersaqla tanış olanda hamam tualet təmizləyici vasitə ilə yara sağalırsa, deməli bunun Deməli, təbii gör bu nədir? olmalı nə Bəli, dərəcədə ki, biz psixologiyamıza qəbul eləmişik ki, adətən tualet təmizləyici, məsəl üçün təmizləyici vasitə zəhərli maddələrdən hazırlanıb da. bəli, Zəhərli maddələr qorxudur. Bir-birinə qarışdıranda reaksiya verir, insanı hava damcı yolu ilə zəhərləyir. Ya evi təmizləyəndə uşaqları mən hər kəsin çıxardırdım, çıxın, havanızı dəyişin. Mən ondan təmasda olurdum. Licbi siz təmasda olmayın da zəhərlənə bilərsiniz. Yəni bu şeylər də ki, biz onu hiss eləmədən tədricən oturur bədənimizə, oturur. Gələcəkdə də filan yerim xəstədir, nədən baş verir, bilmirik, heç nə bilmirik. Amma bilirik yaxı, tədricən. Bu hər şey birdən olmur. bəli, Oturur, bəli. çökür. Mən allergiya xəstəyəm, neçə illərdir. Mən özüm, məsələn üçün, bu şeylərdən, nədir bu, kimikartlardan çox istifadə elədiyimə görə, axır nəticə bura gəlib çıxıb. İndi Ersaqa üz tutmuşam, oradan təbii qida əlavələrindən qəbul eləyirəm, şükürlər olsun. Bəzi problemlərim tədricən yaxşı olur. Yəni ki, bu birdən olmadı ki, illərcə yığıldı bu. Toksinlər yığıldı, zəhərli maddələr yığıldı. Dərman vasitələrdən, preparatlardan istifadə eləyirəm, ancaq blokluyur. Gedirəm, alıram, gətirəm, qorxuram. Tabletkaları da məsəl üçün aptekdən aldığım həkim yazdığına da ehtiyat eləyirəm. Atmağa da qorxuram, çünki mənə reaksiya verir. Pis reaksiya verir. Qaldı ki, atdım, ağrı kəsici, sadəcə ağrı kəsicidən danışırıq. Ağrı kəsdi. Ağrı kəsmir. Bu insanın bədənin blokluyur, sakitləşdirir, dondurur, amma xəstəlik öz yerində qalır. İş orasıdır ki, yəni bu məhsulların, Ersaqın məhsullarının, yəni təbabətin gözəl xüsusiyyəti ondan ibarətdir ki, onu kökündən təmizləyir. Necə ki, siz göstərdiniz ki, paltar yuyan maşındakı o necə ki tökülmüşdü, gənclər belə tökülmüşdü. Yəni insanın da bədəni o cür olur, damarlar sıxılır, damarlar kirəşlənir, damarlarda xolesterinlər o qədər xolesterindir. Yəni düzgün deyirəmsə, həkim deyirsən düzdür. Mən indi həkim deyiləm, amma özüm təcrübəmi. Aynen, çox düz deyirsən. Çox düz. O damarlar o qədər kirəşlənir, təzyiq əmələ gəlir. Boğulur, beyin daxili hamısında nə eləyir?
kimyasallar, kimyəvi təmizlik vasitələrinin istifadəsi və düzgün qidalanmamaq o vəziyyətə gətirib çıxardır. Biz qida əlavələrini ki içirik, elə bir ki adicə hətta oynaqlar var. Oynaqların o bir də görsən ki, oynaqlar ağrıyır, kirəcləşib də, o oynaqlar belə kirəcləşir onda. Və o ki siz ki qida əlavəsi qəbul edirsiniz, kimyasalları da həyatınızdan çıxardırsınız. Elə bir o kirəclər başlayır oradan yavaş-yavaş təmizlənməyə. Onda oynaqların elastikliyyəti də artır. Adicə, nədən bilə bilərsiniz onu? Mən Ersağa gəlməmişdən qabaq əllərim odun kimi olurdu. Mən Ersağın şamponlarını, duş gellərini, sabunlarını işlədəndən sonra əllərim olub pilə kimi. Əllərim olub yumşaq, uşaq əli kimi. Əllərim olub rahat. Əllərim qurumur, əllərim cadar-cadar olmur, əllərim odun kimi olmur. Orqanizma da elədir. Bədənin içərisi də elədir. Daxildə də bu belə baş verir. Daxilə də siz qida əlavələrini içdikcə, qida əlavələri təmizləyir, bağırsaqları təmizləyir, orqanları təmizləyir. Bu proses mərhələ-mərhələ baş verir. Birdən-birə olmur. Ona görə bəzən qida əlavəsi içəndə bir həftədən sonra deyir ki, bəs mənə nə oldu? Deyirəm, ay balam, bir həftədir də içirsən. Bunu heç olmasa 3 ay iç. Ondan sonra axı təzəsən. Düzdür? Ona görə bax, qığırdaqlar, oynaqlar, elastikliyyəti artırır, rahat olur. İnsan bədəni rahat olur. Daxildən həm qida əlavəsi qəbul edirsiniz. Evdən kimyasallar olmur. Ximya, diş pastası bir yandan, saç şampunu, hamısı bir tərəfdən insanın üstünə gələndə bədən cadarlaşır, codlaşır, bərkiyir. Həm daxilən təsir eləyir, həm xaricən təsir eləyir. Amma onları ki, siz həyatınızdan çıxardırsınız, o bədən yumşalmağa başlayır və artıq o bədən rahat olur, boş olur. Özünü rahat hiss edir və bu xəstəliklər də ona dəymir. Zərərli maddələr o qədər həyatımıza daxil olur ki, həqiqətən fikirləşəndə deyirəm ki, biz nə qədər möhkəm insanlarıq ki, yaşayırıq da bu boyda özümüzü qəsd eləmişik, özümüzü zəhərləyirik. Temboli, yəni udmaqdan başqa dərinin məsamələri elə bir ki, qidalanmış kimidir də. Fərqi nədir ki, o dərinin məsamələri insanın şampundan istifadə edilir, bədən gelindən bu paltarlar yuyulur çamaşırda, çamaşır tozu, o geyimləri giyinirik. Hamısı kimyasal şeylərdir də. Bir də ki, onu bayaqçın deyirəm ki, o damarların tutulması da kirəşlənir, sonra başlayır təzyiq əmələ gəlir. Məsələn, təzyiq əmələ gəldikcə, gedirik təzyiq dərmanı istifadə edirik. Mən özüm də istifadə eləmişəm. İstifadə edirik. Yox, bu təsir eləmədi, biraz da güclü alırıq. Biraz da güclü, biraz da yox, bu təsir eləmədi, biraz da güclü. Bu bilsən, insan ondan qalır asılı. Amma sağalmır. Deməli, həkim deyir, hər gün bunu atmalısan, hər gün bunu içməlisən, amma hər gün bunu içməyə də bilərsən. Hər gün bunu içməlisən, bunu sağalmaq, bunun yolunu tapmaq lazımdır ki, bu təzyiq nədən baş verir, niyə biraz insan bədəni normallaşmalıdır, takip etməlidir. Bunun problemi aradan götürmək. Yox, problemi aradan götürmək olmur. Elə təzyiq tapırsan, sən ölənə qədər deyir, təzyiq ilə yaşarsan, bu dərmanı da atmalısan hər gün. Hətta indi biraz 50 yaşından sonra insanlar hətta bir qab da hazırlayırlar belə. Hissə-hissə bu ürək dərmanı, bu təzyiq dərmanı, bu şəkər dərmanı hamısı bir-bir yeyə gedir. Amma dahi fikirləşmir ki, bu onsuz da bunu nə sağaltmır. Hər gündə bundan istifadə edir. Hər gündə. Amma təbii vasitələrdən hansı ki damarların kirəşlənməsində rol oynayırsa, böyük rol oynayırsa, onlardan istifadə edib tədricən damarları təmizləmək, bədəndə olan xolesterinlərdir, düzgün deyirəmsə, biraz mən düzgün. Xolesterin, bəli. Sonra nədir bu, bədəndə insulin dirəncidir, onlardır. Bunların hamısını eyni tarazlamaq lazımdır ki, bu hadisələr baş verməsin də, insanın bədənində bu cəryan eləməsin. Yoxsa yox, onların heç birisi, hamısı yerində qalsın, nə yaxşı bunları tapırsan,
xolesterin də qoy qalsın, kreşlənmə də qalsın. Bədəndə D vitamini çatmır, qoy qalsın, heç bir. Amma get təzyiq dərmanı al, at. Al, Bəli, iç. bəli, Al, iç. bəli, bəli, Göbək bəli, çox dərmanında düz. iç. Şəkər Çox dərmanında iç. Qeydiyyata dur. Qeydiyyata şəkərə tutulmusan sən. Qeydiyyata dur, get, qeydiyyata dur. Sonra şəkər dərmanı təsir Sən eləmir. ölməlisən. Sən o şəkərsənsə, sən ömürlük şəkər dərmanı içməlisən, sən ömürlük insülin vurmalısan, amma elə deyil. Göbək nahiyəsindən hər gün iynə vurulmalıdır. Sən o da təsir edir. Göbək nahiyəsindən vurulmalıdır. Bunların hamısını yeməlisən sən. Hər gün cavan insanlar var, qadınlar, qızlar var. Göbək nahiyəsindən hər gün iynə vururlar. Ki, şəkərə qarşı şəkərəm. Amma bunun qarşısını alan yoxdur. Ay deyən yoxdur ki, ay insan, ay millət, niyə qırılıb batırsan? Bunun bir çıxış yolu olmalıdır. Yox. Biznes Hər bir şeyin əlacı var. Bayaq İbrahim doktoru atmışdıq qrupa, gördünüz nə dedi? Bütün dedi xəstəliklərin, xərçəngin özünün belə neçə min növdə əlacı var. Amma hanı onları tətbiq edən var? Yoxdur. Hər şeyin əlacı var. Var. Amma neynirlər? Ximiya verirlər həmən insana. Çünki elə lazımdır. Elə lazımdır. Mənim atam sentyabr ayından onkoloji xəstəliyə düçar oldu. Yəni gəzdirmədiyimiz yer, nə bilim, o müalicə, bu müalicə. Ancaq bütün dərman, iynə nə qədər, bəlkə 10 dənə həkimin müalicəsini götürdü. Yəni sonra bilirdik də, diaqnoz qoydular, gətirdik, qeydiyyata elədilər, dedilər gedin, ağrı kəsirlər, alın, vurun falan. Biz o qarda, boranda axtardıq da, neyniyək, necə eləyək, internet axtarırıq, oranı axtarırıq, İbrahim doktor məsləhət gördü. Axırı sonunda əlac olmadı, gözümüzdən dedik ki, təbabətə keçək. ESAQ məhsullarından aldıq, içdik, tutmuş, kurkumin kapsulalarından, azlı şeydir, nədir bu, acı badəmin yağı, sonra şeylər, nədir, xaş-xaş, nə deyim də, xaş-xaş yağı, bütün nəyi varsa hamısından gəldik, içizdirdik də, etap. Bunu obsesiv, ondan bundan bağırsaqlar işləmir, məd-altı vəz xərçəngi. İndi hal-hazırda, yəni düz 2 ay o prosesi keçirdik, gördük günü-günücən yaxşılaşır. Günü-günücən özünə gəlir, demək İnanmaq lazımdır, inanmaq. Ki, sağaldarıq bunu. İndi şükürlər olsun, yeməyin yeyir, yəni rahat, yəni o qədər də incimir də. Biraz elə bir ki, yəni tavanı can verirdi. Bir günə, 2 günə dahi bu getməli idi. Yəni o... Yox, o bilsin necə olacaq? Rahat yaşayacaq. Yəni nə qədər ömrü var yaşayacaq. Amma bundan qabaq narahat, nə bilim, özünü belə əzgin, pis, ağrıyan, bundan qabaq belə olur. Onlar ağrıyırdı, vururdu qoluna, boynum, başım getdi, buralar yayılmışdı, bədənə yayılmışdı. Tez qarın nahiyəsində belə şişlər əmələ gəlmişdi. Onların hamısı yoxa çıxıb. Yəni belə yoxa çıxdı ki, əlimizin altında idi də, görürdük ki, nələr şişir uşaq. Kurkumin zeynin özüdür, çörəyotu özüdür, onlar hamısı şişə xeyirdir də, ona görə. Çörəyotudur, kurkumindir, bunlar şişin dərmanıdır. İnkişafını dayandırdı da. Yəni ki, biz onu belə başa düşürük ki, onun inkişafı dayandı. İnkişafı dayandı ki, o hərəkət eləmədi. Amma elə yemək yiyir, rahat yatır. Elə bir ki, arada bir vurur da, ağrı kəsicdən istifadə eləyir. Amma yenə davam eləməmişik. Uşaqlara deyirəm ki, yenə təzədən yenə istifadə eləyin də. Yəni bunun təsiri oldu 2 ayın ərzində. Yəni belə bir möcüzə baş verdi. Sonra özüm, yəni problemlərim var idi, özüm istifadə edirəm. Hal-hazırda içirəm. Effektdə görürəm, yavaş-yavaş hiss eləyirəm özüm. Məndə çəki də artmışdı, klimaks öldürdü, allergiyalarım var. Nəsə bədənimdə belə allergiyalar, böyük bir yaralar əmələ gəlirdi, elə ki, qaşınırdı, şişirdi, köpəşirdi. Onlar hamısı ötüb keçir, şükür Allaha. İndi məndə illərlə yığdığım problemlərim var da, onu indi 1 günə, 5 günə, 10 günə, 1 aya ötüb keçə bilmərəm, amma hiss elədim.
bir həftə, bir Hı hı. həftənin içində məhsullardan Fərq istifadə hiss elədim. elədim. Bir həftənin içində hiss elədim onu ki, Bəli. məndə nə baş verir. Bəli, bəli. Orqanlarınızı hiss eləyəcəksiniz. O adam onu hiss eləyir. Orqanlarınızı. 2 gündür beri cibimde kalıp arada verir mənə. Başım altına koydum. Kusura mısınız? Sara xanım, çox gözəl. Belə dostlar, mənim Papanın üçün çox şeytan xoş dayıda oldu. demişti. İm lafızı turkun da onfeneganı. Papaya lezzətləmişdi o sözü. Hah deyir. Ama bu çeki hamad edir. Oh. Arif'ten var şeydim ha. Oh. Çıxdıq. Hə, Kolesi güzel ya. hə. Yaxşı, qızlar. Leyla xanım, sizin mikrofonunuz açıq qalıbdır. Məncə bu qədər bəs eləyər. Artıq 2 saata yaxınlaşırıq. İnşallah. Mən başqa şirkətdə də belə canlı yayımda baxmışam. Yarım saat danışırlar, belə ötürüb çıxıb gedirlər. Hı -hı. Əsas məqsədləri adam tutmaqdır, adam şey eləməkdir. Yəni əslində adam oturanda nəsə başqa şey öyrənmək istəyir. Bax görürsüz, məsəl üçün məhsullar haqqında danışdıq, belədir, elədir, amma Bəli. nə bilim, ancaq yarım saatın içində belə indi maşallah bu vaxt necə keçdi söhbətimizdə heç hiss eləmədik. Daha da Bəli. çox istəyərdik ki, söhbət eləyərdik bu haqda. İnşallah. İnşallah. Növbəti seminarlarımızda Çox şey öyrənmək istəyirik. Çünki məsəl üçün sıfırdan olan, noldan olan insanlarıq da, bilmirik nə var, nə yox. Düzdür, ürəyimizdən keçir, arzulayırıq ki, nəsə əldə eləyək, amma onları eləmək üçün sirlər var da, onları mütləq öyrənmək lazımdır. bəli, bəli, bəli. Bəli, inşallah onları da ümumiyyətlə sirlər deyəndə ki, bilirsiniz necədir? Hər bir şirkətin öz gedişatı var, öz irəliləmə, yəni belə deyək də üsulları var da, indi tərzi var da, belə deyək. Onları Usullar yəni bizə sir kimidir də. Yəni ki, bəli, onlar danışıldıqca seminarlarla, necə eləmək lazımdır, necə işləmək lazımdır, seminarlarla inşallah onları öyrənəcəksiniz. Seminarlarda dediyim kimi, bu seminar da paylaşılacaq. Girib baxa bilməyənlər, təkrar baxmaq istəyənlər girib həmən elə bu Telegram qrupunun içərisindən baxa bilərlər. Belə dostlar, sağollaşaq, gec oldu, artıq 2 saatdır. Öpürəm sizi. İnşallah gələn görüşlərədək. Sağ olun. Gecəniz xeyir. Təşəkkür edirik. Allah razı olsun. Mən də, sağ olun. Sağ olun.